Bismillahirrahmanirrahim. Allah'ın adı ve yadıyla. Bugün beyin mühəndisliyinə qarşı əski Türkçə əski kitablar proqramının 382-ci bölümün başlayıram. Umarım ki, millətimizə və bizə xeyirli olsun, tariximizi, dilimizi, uyğarlıqlarımızı tanımaqla və bilməklə ki, bizim atalarımız keçən minlər illərdə nə cür bir gücə çevriliblər, dünyanı idarə ediblər və nə cür biz eləyə bilərik. O, bugünkü olduğumuz bir durumdan bir duruma qalxaq ki, o durum yenə də bizim ayaqda olmağımız və bir güclü dövlət, millət olmağımıza keçsin, rifahda yaşamağımıza və böyük bir uyğarlığı yenidən ayağa qalxızmağımıza səbəb olsun. Bunların hamısı oradan gəlir ki, kökümüzə qeydaq. Köksüz bir millət bir ağaca bənzər ki, kökü yoxdur. Gec-tezi quruyub düşər. Gec-tezi bəllidir ki, bir ayrı uyğarlığın təxtələri olacaqdır. Kəsəcəklər, doğrayacaqlar, onu təxtə qoyacaqlar binalarına ya hər nə ki düzəldəcəklər o uyğarlıqda ona. O halda ki, köklü bir ağac, kökünü tanıyan bir ağac, köklərinə dayanaraq kəssələr də onu tazaşdan göyərər. Tazaşdan bir dana da yox, mümkündür neçə danası eyni kökdən, eyni zoğlardan qalxa və bir meşəlik eləyə. Yəni bu qədər önəmlidir köklərimizi tanımağımız. Gedək görək ki, bu günləri hangi kitab bizim ya hangi kitablar şansımıza çıxacaqdır ki, onunla tanış olaq və görək nələri bizə öyrədir. Geçən günlərdə biz bir kitab açdıq, Bahname-i Padişahi Tibbi deyə ki, bu çox cəlib bir kitabdır. Məncə bunu da oxumalıyıq. Yazdı ki, bu kitabın əslin Xacə Nəsiruddin Tusi yazıbdır və əgər bu düz olsa, yəni əsli Xacə Nəsiruddin yazan 777 il bundan öncə yazılmışmış. Amma bunun tərcüməsi Xacə Nəsirdən bir 150 il sonra hududən Ağqoyunlu Uzun Həsənin oğlu Yaqub Həzrətlərinin çağında Türkçəyə çevrilibdir və belə olanda 557 il öncə bu kitab Türkçəyə çevrilibdir. Amma acaba bu nüsxə ki biz oxuduq, bu nüsxə, mən bunu kat eləyəcəm buradan, aparacağım bir anda bunu aparın, qoyun və bu kitabların içinə, o cəlib kitablardan biridir ki, onu oxumağımız gərəkir. Tamam. İndi burada bu kitab ki biz oxuduq. Acaba bu kitab o nüsxədir ki 557 il bundan öncə yazılıbdır, yoxsa bu bir ayrı nüsxədir. Onun bəhsi fərqlidir, amma çox gözəl bir kitabdır. Məncə oxumaq lazımdır. Bugün bir ayrı kitab açırıq, adın bir dənə də ayrısını açaq ki, bəlkə oxuya bilərik. Bu birinci kitabımızın adı Bəyan-ı Sifat-ı Səlbiyyə. Nədən isə bizim şansımıza o kitablar çox gəlir ki, dincə məhfumları çox bəhs olur. Şayət də buna görə ki, dinlə yaşırdıq və dinə də bir baxış lazımdır, dinlən də bir anlayış lazımdır. Yəni, məsələn, bir sözü Hz. Məhəmməddən ya Allahdan tərəfindən bizə deyilibdir, biz onu nə cür anlamalıyıq Türk insanı olaraq? Bir ayrı
mədəniyyət olaraq, təmənni, uyğarlıq olaraq, təməddün olaraq biz o sözü nə cür düşünürük, nə cür anlaşırıq, onu nə cür yaşırıq, bu fərqlidir. Bunu bilirsiniz ki, İslam adında bir şey yoxdur yer kürəsində. O şey ki vardı, müsəlmanlıqlar vardı və biz türklər bir ayrı cürə müsəlmanıq. Hətta Türkiyədəki türklər ki, özləri neçə iyalətə bölünür, hərəsi bir növ müsəlmanlığı, hər insan bir növ müsəlmanlığı yarır. Hətta Türkiyəni misal vurmayayım. Azərbaycan bir ayrı cürün yaşır, İran bir ayrı cürün yaşır, İranın içində ərəblər, türklər, bəluçlar, türkəmənlər, qəşqaylar, lorlar, ciləşlər, mazəlilər, talişlər və bunlar hərəsi bir növ İslam yaşır. Yəni ondan sonra bunların içində də insan yaşır. Ərəblərin hərəsi bir cür, yəni hər məmləkət və hər insan özü bir cür yaşır. Onun üçün biz türk olaraq bizim düşüncələrimiz, düşünürlərimiz, öncüllərimiz İslamı dedikləri nə cür düşünüblər, nə cür anlaşıblar, nə cür anlayıblar, onu nə cür düşündürməyə çalışıblar, onu nə cür yaşatmağa çalışıblar. Bunların hərəsi özü bir şeydir. Gedək görək bugün kitabımız Allahın sıfatı səlbiyyəsi haqqında ehtimalən danışacaqdır. Yazıblar bu kitabın başında, PDF-in başında 972-ci qəməri ildə, bu 70-ci qəməri ildə 352 səhifədə yazılmışmış. Ki bu PDF-də zahirən hər bir səfəsində PDF-in 2 səfə kitabdan əksi olduğu üçün yarıya yenəcəkdir. Kitaba baxaq görək kitabxanada nə vəziyyətdə saxlanır və hangi kitabxanada saxlanır. Kitabın cildi ehtimalən kağazımış, kardon imiş və üstünə kağaz nəqqaşı yapışdırmışmışlar. Kamilən kirlənibdir, kamilən aradan gedibdir. Dövrələri çürüyübdür, kağaz üstündə çürüyübdür. Kitabın hər yeri təqribən çürüyübdür, əpriyib, tökülübdür. Birinci belə baxanda kitabın dövrəsinə bunu gördük. Kitabın içini açanda görürük ki, kitabın içi biraz ortaları heç olmasa biraz yaxşı qalıb, amma kirlidir. Hər yer çər-kəsafətdir. Burada ehtimalən kitabın adın, sahabının adı yazılıbdır. Birinci səfər ortası kitabın o yer ki bir-birinə yapışılır, tikililir. Ora Şirazə. Şirazə cırılıbdır və Şirazənin qıraqları çürüyübdür. Bunu da görürük ki, kağaz çürüyübdür. Kitab ehtimalı çox yüksək vəziyyətdə Süleymaniyyə kitabxanasında İstanbulda Fatih məhəlləsində saxlanılır. Bu kitabın əvvəlindən bir neçə səfə dağılıb gedibdir, yoxdur. Yəni çürümək səbəbi olubdur. Bu kitabın əvvəlindən bir neçə səfə gedibdir. Çünki burada həm məsələ yarımçılıq başlanır, həm də ki Bismillah olan bölümlər yoxdur. Kitabın qırağında elə ikinci səhifədə 3 dənə qıraq yazı görürük. 3 dənə fərqli əl yazı ilə ki, bunlar da baxa bilsək yaxşı olar. Əlbəttə, zahirən bu bir ayrı bir şeymiş, burada yazılmışmış əvvəldə. O gedibdir aradan, amma kitabın özü ikinci səhifədən başlanır bu və qalıbdır. Və bihi nəstəyin Bismillahirrahmanirrahim deyə başlanır. Kitabın dövrəsinə su gəlibdir, az gəlibdir. Burada ən azından bu səhifələrdə az görsənir. Kitabın ortasında suyun gəlmağını görürük. Kitabın çürümağın ortada və qıraqlarda çox görürük. Kitabın ortasında yazılanın dövrəsində heç bir çərçivəsi yoxdur və ayrı rənginə də yazılmayıbdır. Sadəcə qərə cöhərinə yazılıbdır və bəzi kəlmələrin, bəzi ərəbcə yazılan ayə olsun, hədis olsun, ad olsun, onların başı üstündə bir qərə xətt çəkibdir ki, o ərəbcədir və ya onun üstündə barmaq basır ki, bu çox mühümmüdür, önəmlidir. Kitabın dövrəsində oxuyanlar, şayət də yazanlar 1, 2, bu 2 səhifədə 5 dənə yazı yazıblar, qıraq yazı yazıblar, bunları da görürük. Kitabın çürüdüyünə görə bəzi yerdə qıraq yazılara da xəsarət dəyibdir. Bu da gəlir. Kitabın dili türkcədir.
Amma dediyim kimi ərəbcəsi vardı və bəzi kəlmələri çox yoğun və yekə yazıbdı. Amma bəd, bəyan, sifat-ı səlbiyyə filan bunlar çox yazılıb, böyük yazılıbdı. Dediyim kimi qıraq yazılar çox böyük qıraq yazılar yazılıbdı. Məsələn, burada bir Qazi Beyzavi deyə bir şəxsiyyətin nəzərin bir qıraq yazı oxuyan kitabın başı üstündə yazıbdı və xoşbəxtliklə bu da cırılıb aradan getmir. Yəni o kitab ki xəsarət dəymişdi, o cür şey eləmir. Kitabın qıraqlarına dediyim kimi indi burada biraz daha çox aydın görsənir ki, su gəlibdi, yer buraxıbdı. Bir dəfə ən azından buna su geçibdi bu kitabın qıraqlarına. Bəzi yerlərdə yağ tökülübdü, ehtimalən bir şey tökülübdü bunun içinə, bir yeməli tökülüb ya bir məsələn bir şey tökülüb, bir yağ çırtlayıb, yəni deyək ki çoxlu qətrələr, damcalar tökülübdü bunun üstünə. Kitab cırılıbdı, ortası dedik ki şirazəsi ki tikmişlər cırılıbdı. Ehtimal verirəm ki Tazaşdan bunu tikməyə çalışıblar. Xətti çox gözəldir. Bunun əl yazması, məhşər bir əl yazması var. İndi biz 19-cu səhifəyə baxırıq PDF-də. Görürük ki, bunun bəzi səhifələrin, yəni bəzi cümlələrin, səhifələr deməyək, üstünə bir neçə dənə xətt çəkiblər o başdan bu başa ki, yəni bu cümlə oxunmayacaqdır. Ehtimalən onun yerinə Tazaşdan bir ayrı cümlə yazıblar, bir ayrı xətt ilə bənzir mənə, amma ola bilər ki, kiçik yazdıqları üçün mən belə görürəm. Bu da bir şey. Burada da zöhər dağılıb kitabın üstünə. Amma kitabın xətti çox gözəldir. Əl yazması. Yəni, əgər bunun çətin yerləri olmasa və bunun yazdıqları lüğətləri, sözləri anlasam, ehtimalən %99'un bunun rahatca oxuyub hızlı gedə bilərəm. Amma acaba bunun içindəki o buradan bu üzə də qıraq yazılar az olduğu üçün kitab daha gözəl görsənir. Yəni gözə xoş gəlir. Beləsi deyək, gözəl deməkdən mənzurum gözə xoş gəlir və savadım mənim yetər bunu oxumağa demək, oxumaq savadım. Əlbəttə anlamaq savad ayrı bir şeydir. Çünki savad iki cürədir. Bir oxumaq savadı var. Türkçə mırıldamaq deyirlər. Bir mırıldamaq savadı var. Eləyək, oxuyaq, gedək. Bir də var ki, anlayasən nə deyir. O anlamaq savadı bir ayrı bir şeydir. O olursa kitab daha yaxşı dərk, idrak oluna bilər. Belə nəzərə gəlir kitabı ki, tikmişmişlər onun bəlkə də sonra Tazaşdan onu yenidən tikməyə çalışıblar. Mən biraz sürətini çoxaldıram ki, bunu gedək yetişək. Çünki əl değişmir. Acaba bu bir ayrı kitabı tərcümə edir ki, bu qədər bir cümlələr yazıb, onların başı üstə bir xətt çəkibdir. Bu mənə bir indi sual oldu. Çünki o zaman ki, bir kitabda bu qədər ya qırmızı yaza, bir kitabın ortasında çox ya da bir xəttlər çəkən yazıların başı üstə, bu anlama gəlir ki, bir ayrı kitabdan tərcümə edir, ya bir ayrı kitabı şərhi verir. Ya tərcümədir, ya şərhidir. Kitabın ortalarında o qədər şey yox idi, qıraq yazı yox idi, amma yenə də bu axirlərə gəlirik. Özəlliklə namaz bölümlərində görürük ki, daha çox qıraq yazı görsənir. Sonra o birisi bablara keçəndə yenə də bu azalır. Yəni, qıraq yazının sayı namaz bölümündən keçəndən sonra o qədər, yəni bu bölümlərə o qədər əhəmiyyət vermirlər. Cəlibdir ki, kitabın sonu gəldi indi. Kitabın sonuna bir baxaq. 175-ci səhifədə kitabın, bu orta kitabın anlamına baxaq, görək ki, burada nə yazıbdır. Mən burada buna görə ki, bunu oxuya biləm. İstihavza və nifas bunlardan danışır.
onun sonu kəndüyü qeyri nikah etmək halal olur. Ol heyzidə əvvəl heyzidə cima edənə bir altın, axərində yevm altın, yarım altın sədaqə müstəhəbbidir və istiğfar lazımdır. Təmmə. Buradan qutardı. Təmmə təsnifihu. Bəli, bu nüsxədir. Kitabın adı sonra yazarıq. Bunu yazaq ad. Sonra nüsxə. Görək nüsxə olur. Təmmə təsnifuhu bi avnillahi taala və lütfihi. İndi bu taala bir dana t'dir, eynidir. Bir dana indi bu məsələn əlif olacaq zahirən. Ondan sonra bir lam, bir dana da y olsun. Onun yerinə bir dana əlif var ki, quyruğu var. Vəssalam. Yəni taala beləsi yazılıbdır. Və lütfihi təqribən yazıb calibdir. Yəni şeyə mütməin deyil. 970-i qəməri özdə ədədlə yazıb. Yəni 970. Bu bir də yazıb bunu oxusam təmmə təsnifi və avnillahi taala və lütfihi təqribən 970 ilə mütməin deyilmiş. Ona görə də yazıbdır ki, təqribən ola bilər ki, 1 il, 2 il, o yüz bu yüz olsun. Təmmə təsnifuhu yenə də tazaşdan yazıb bir ayrısı. Yazıb ki, qıraqda bu neçə dəfə bu yazılıbdır. Onun üzü ilə deyilir. Çünki üstündə təmmə təsnifi hazə şərhil əl-müsəmma bi nəsihətil müslimin. Kitabın adı Nəsihətil Müslimindir. Haza əş-şərh əl-müsəmma bi nəsihətil müslimin. Şərh idi bu, bir ayrı kitabdan şərh eləyibdir. Onun adı Nəsihətül Müslimin. Yazaq burada ad. Nəsihətül Müslimin. Bunun qabağında yazaq ki, əlbəttə bu kitabın adını dəyişdiriblər. Mən də onu da yazıram. Qabağında parantez içində bəyani sıfatı səlbiyyə yazıbdır, amma burada belə bir şey yox idi. Yəni mən bunu fikir edirəm ki, iştibah yazıblar. Bunu yazmayayım, sonra baxarıq. Çünki bunun içində namaz, oruc, hər şey yazılıbdır. Yəni ona görə sıfatı səlbiyyədən danışmır. Sıfatı səlbiyyə olanda Allaha bir sifətlər verilməməlidir. Bu o olanda, yəni bu sifətlər bizdə də olmamalıdır. Üst-üstə. Yəni mən belə düşünürəm. Çünki biz Allahuq, ya Allahın bir parçası yox, ya Allahın ruhundanıq. Yəni bizdə beləsə, yəni bu İslamda əlbəttə neçə baxış vardı müsəlmanlar içində Allaha görə. Bir var ki, deyib ənəl haqq, mən Allaham elə özüm. Bir də deyib ki, mənim Allahı axtarırsan, mənim köynəyimin altına bax. Allah Quranda deyir ki, ənə əqrəbu iləykə min həblil vərid. Mən bu şah damarınızdan sizə yaxınam. Yəni bizim içimizdə yaşır Allah. Ya biz Allahı yaşadırıq. Əslində Allah bizi yaradıb ki, özün yaşada. Məsələn, beləsi demək ola bilər. Yəni biz Allahuq və Allah bizdə yaşır və biz Allahı yaşırıq. Bu mənaya gələ bilər. İndi əgər bir sifəti Allaha vermirik, o sifət bizdə də olmamalıdır. İlla bəzi ki, məcburuq. Məsələn, Allaha cismi verənmirik, təcəssüm eləyənmirik, amma biz cismuq təcəssüm oluruq. Cismiyyətimiz vardır. Hər halda, bu kitabın məncə adını iştibah yazıblar. Çünki burada dedi, təsnifə haza əş-şərhül müsəmma bi nəsihətil müslimin. Be'unullah, bu ikinci sətirdə yazıb sonda o şeyi. Be'unillahil məlikil haqqil mübin. Təqribən 1126-da bu nüsxə yazılıbdır. Nüsxə tarixi indi bilindi. Üstdəki o tarix, yazı tarixi bir dənə də yazaq. Yazı tarixi. Yazı tarixi ki, üstdə idi təmmə təsnifu be'unillahi taala və lütfihi təqribən əsli yazı 970 qəməri il civarında yazılmış ola bilər. Hədsi vurur bunu. Çünki tarix dəlil tapmayıbdır ki, bu hətmən o ildə yazılıb, amma deyir ki, təqribən bu ildə yazılıb. Yəni 1-2 il, o yüz 1-2 il bu yüzdə yazılmış ola bilər. Ona görə deyir təqribən.
Amma aşağıda tamamilə təmmə təsnif hazəl şərh əl-müsəmma bi nəsihətil müslimin. Bu da hazaman qutarıbdır. Və onillahil məlikil haqqil mubin təqribən yenə 1126-da. Bu da ikinci təqribəndir. Yəni ikinci nüsxədə ehtimalən. Bu da nüsxə tarixi. Yenə yazıb 1, 1, 2. Bunu mən 9 yazıram. 1229 hicri qəməri. Tamam. Ondan sonra aşağıda yenə bir yazıbdır. Kətəbəhu. Ehtimalən nöqtə qoymadığı üçün mən bunu beləsi oxuram. Ehtimalən bu üçüncüdür. Yəni o adam ki bunu üçüncü nüsxədə, ikinci nüsxənin üstündən yazır. İndi üçüncü nüsxəni əslində. Kətəbəhu mən sənnəfəhu və təmmə kitabətəhu nədir burada? Fətələ əl-əsru fi yevmil xəmsil əvvəli min rəbiül axər. Rəbiül axər ayının xəmis günündə, yəni cuma axşamı birinci xəmis, yəni Rəbiül əvvəlin birinci cuma axşamında beləsi yazıbdır. Əsr çağı, nahardan sonra axşam gün batana yaxın. Burada bir kəlmə yazıbdır, lüğəti də olmur, bəlli də deyil. Ona görə bilmirəm ki, o nə ola bilər. Amma yazıb ki, kətəbəhu mən sənnəfəhu, bunu yazan, əsli yazan yazıbdır və təmmə kitabətəhu və qutarıbdır onun yazmasın. Burada bir şey yazıb, onu oxuya bilmirəm. Bənzədə bilmirəm bir şeyə. Əl-əsru fi yevmil xəmisil əvvəli min rəbiül axər. Rəbiül axər ayının birinci cuma axşamında min səneyi sittə və əşrinə və məətə və əlif. Bunu indi sittə 6 olar, əşrin 20 olar, məə 100 olar və əlif də 1000. 1126-da. 1126 imiş, mən bunu yox 9 yazmışdım, bunu 6 yazım. Okey. Burada indi o üsttəki şeyi burada yazdı. Bunu biz bildik. Elhamdülillahi Rabbil alemin və salatu və selamu ala seyyidil ənbiya vəl mürsəlin. Bu ikincisidir. Ondan sonra qıraqda təzəşdən bir qıraq yazı kimi aynı xətt ilə əlbəttə yazıbdır ki, kətəbət və qubilət minən nüsxətilləti kütübət və qubilət min xəttil müsənnifi əl-fazilil əl-alim əl-amil rəhməhullah taala əleyhi və əla kaffətil müminə vəl-müminat amin. Bu kitabı deyir yazıbdır. Kətəbət və qubilət yazılıbdır və qəbul olunubdur bir nüsxədən ki, onu belə qəbul olunubdur ki, müsənnifin öz xəttinin üzündən yazıb bunu. Yəni, belə düşünürlər ki, bu kitabın əsli, yəni şeydən yazılıbdır. 970-dəki yazılıbdır, onun üzündən yazılıbdır. Belə düşünür ki, o xətti müsənnifin öz xəttidir və belə qəbul olunubdur ki, bu onun öz xəttidir. İki dənə kəlməni işlədib təkid eləsin. Yazılmış və qəbul olunmuş ki, o yazıbdır. Bu anlamda beləcədir. Sonra da təzəşdən yenə bir ayrısın qılaqda yazıbdır. Bu çox adam, bu hər kəs imiş, bu çox diqqətli istəyib tozih versin. Bunun üstünə əlbəttə xətt çəkibdir. Yazıb ki, kətəbtu minən nüsxətilləti kütübə və qubilət. Bunu da o adam ki, bir nüsxəni yazıb 1126-da, bu təzəşdən yazmışmış ki, mən yazdım bunu, o nüsxənin üstündən ki, onun yazılması və qəbul olması, yəni müsənnifin əli ilə yazılması və qəbul olması qəbul olunubdur. Bu da kitabın tarixi haqqında gəldik. Sonda bunun sonunda təzəşdən bir şeylər yazılıbdır, bir ədədlər yazılıbdır. Heyif ki, bu kitab burada aradan getmək üstündədir. İmansız getməyə səbəb 27-dir. İmansız getməyə səbəb 27-dir deyə burada başlayıb bir şeylər yazıbdır, amma kitabın davamında yoxdur.
Əlbəttə var. 20 burada düşübdü. O hamısı burada qurtarıbdı. Sonra bir ayrı səhifədə neməti İslam şükür etmək. Aha, burada da bir ayrı bir şeylər yazıbdı. Ehtimalən onları Tazaşdan bu tərəfdə yazmağa çalışıbdı. Amma kitab burada qurtarır. Dediyimiz kimi burada bir dənə də gözəl bir qıraq yazısı varmış. Təəssüflə bu da aradan gedibdi. Təqribən oxunmağı çox çətin. Qeydək kitabın əvvəlindən başlayaq görək nələr var. Dedik kitabın əvvəlində bir ayrı bir şeylər yazılmışmış. O düşübdü cildi. Fəqət görək bir dənə möhr var. Bu möhrü oxuya bilmirik. Kitabın bir cildində nə yazıbdı? Sahib və Maliki bir dənə 1300 yazıbdı. Ya 1322 belə bir şey, ya 23 belə bir şey yazıbdı. Fransa İnqilabı Kəbir. Bunu da aşağıda yazıbdı. Bunu oxuyan, bunun kitabın sahibi Fransa İnqilabı Kəbir haqqında bir şeylər oxuyubdu. Ya da yazıbdı ki, bunu ala. Sahib və Maliki Kümlədən Xəlil oğullarından Həsən oğlu Əcvəd. Mən beləsi gördüm. Bəlkə də ola bilər Həsən oğlu Əhsən. Belə oxuna bilir. Hər halda bu o haqda beləsi bir dənə möhrüdür. Bunu oxuyamırıq. Bir dənə üstdə bir qıraq yazıdır. İdarət ənəl ərəbcəymiş ehtimalən. Ehtimalən ki, yox, ərəbcədir, amma oxuya bilmirəm, çünki silinibdir. İdarətəl ənə la şeyən əl-Qur'anu fəzəlqiləl Qur'an. Oxuya bilmədim. فإن قلت ما الفرق بين الحديث القدسي والقرآن مع أن كل واحد من الله bir nəfər, aha burada bəhs edir. Bir dənə bəhs qabaqcan danışıb ehtimalən ya elə burada başlayır. Deyir ki, əgər bir nəfər desə ki, hədis-i qudsi ilə Qur'anın arasında olan fərq nədir? O halda ki, İnnə kullu vahidin minəllah. Bunların hər birisi hədis-i qudsi də Allah tərəfindəndir. Qur'anda. Burada əvvəl binanı buna qoyur ki, elə mən deyim, bunu heç kəs bunu inkar eləyənməsin. Yəni binanı belə qoyur ki, Qur'anla hədisi qudsi ikisi də Allah tərəfindəndir. Yəni heç kəs buna demir. Niyə bunu dedi? Tamam, bundan sonra da etiraz eləməsən davam eləyəcək. Amma bunu deyək ki, hədisi qudsi, hədis yəni nə deyirlər, taza bir şey. Bizim indi İslam ya müsəlmanlar dilində yəni bir söz. Bu sözü bir nəfər deyibdi. Bu söz Allahın tərəfindən deyil. Bir nəfər deyibdi. Öz adına deyibdi. Demir ki, bunu Allah mənə göndərdi, mən məcburam bunu sizə deyəm. Çünki ola bilər Allah bir şeyləri, məsələn, o nəbisinə, peyğəmbərinə deyə bunu deməsən, fəqət özün bil. Ya o görən, ya hiss eləyə, ya bir şey ola deyəcək, bunu sən heç kəsə deməyəcəksən. Amma burada gətirir, bunların ikisini bir yerə qoymaqla sizdən qulaq oxuyandan, ya o adam ki, qulaq asır buna, ya oxuyur, ondan bunu alır, bu haqqı alır ki, desin ki, yox, bunlar bir deyirlər. Biri hədisdir, biri Qur'andır. Amma bu deyir ki, yox, ikisi birdir. Ondan sonra ki, minəllah, qultu cavab verərəm, əl-fərqu ənəl Qur'anə kulləhu əni ləfzuhu və mənahu nəzələ ələ qalbin nəbi. Burada əcib bir şey dedi. Deyir ki, mən onda cavab verərəm ki, fərq Qur'anla hədisin arasında budur ki, hədis qüsünü. Qulna əl-fərqu ənəl Qur'anə külləhu. Qur'anın hamısı, burada külluhu deyəndə ehtimalən birdən birdən, yəni Qur'anın əvvəl ayəsindən ta son ayəsindən ki, Peyğəmbər 23 ildə deyibdir, bunların hamısı bir saniyədə nəzələ və mənahu əni, mənim mənama yəni deyir, mən düşündüğüm budur ki, səsi də, sözü də, məsələn deyir ki, qul, huvəllahu əhəd, o yazılır, o səs, ləfzi, yazılan şəkli belə və mənahu, onun mənası, o sözün mənası, mümkündür, yəni bəzi sözlər o onun mənasını biz bilməyək, amma o mənası da Peyğəmbərin birindən. Həm onun səsi, yazısı deyək, həm də onun içindəki olan qavram nəzələ ələ qəlbin nəbi. O elə birdən Həzrət Peyğəmbərin qəlbinə
düşübdür. Bax, bunu demir ki, Allah tərəfindən Cəbrəil gəlib. Ha, baxın, bunu demir. Bu anlamda budur ki, bu Həzrət Məhəmmədin qəlbinə doğurmuş. Bunun bir anlamı budur ki, bu Həzrət Məhəmməd Allahın tərəfindən iddia eləyib doğurmuş bunun üstünə, yoxsa özünün içində doğurmuş. Belə bir məna çıxar. Əla qəlbin nəbi, əlbəttə mən bunu biraz tez dediyim üçün şey oldu. Bevasitəti Cəbrail əleyhissalam. Cəbrailin vasitəliyi ilə gəlir. Bunu mən biraz tez dediyim üçün bunu görməmişəm. Bu deyir ki, yox, o Həzrət Məhəmmədin qəlbinə doğması Cəbrailin vasitəsi ilədir. Əcəba Cəbrail məsələn gətirir bunu, soxur Həzrət Məhəmmədin qəlbinə, nuzul elətdirir, yəni soxmaq da göydən indirir, yağış nuzul eləyir göydən. O cürüsü tökülür Həzrət Məhəmmədin qəlbinə məsələn, beləsi olur. Və niyə Allah özü müstəqim göndərmir, Cəbraillə göndərir? Hala, bixilafil hədis-i qudsi. Hədis-i qudsi nə cürdür bəs onda? Bu dedi ki, Həzrəti Cəbrail Allah tərəfindən Peyğəmbərin qəlbinə həm ləfzin, yəni səsləri ki, eşidirik, həm də mənasını, onun anlamı nədir? Məsələn, bir nəfər bizə indi ərəbcə yox, bir Japonca bir şey desə, biz onun ləfzini eşidirik, amma mənasını bilmirik. Çincə, nə bilim, Tayvanca, Xmercə. Məsələn, Xmeri deyirəm, çünki mümkün biri Çini başaraq, amma Xmeri heç birimiz inanmıram başaraq. Xmer dilin məsələn. Xmer dilin bir nəfər danışır, ya bizə gəldi, səsi var, oxuya bildik, səsini oxuduq, səsini eşitdik. Amma onun mənasını da düşünürük ya yox. Bir dənə Afrikalı danışır. Biz onun səsini eşitdik, amma onun mənasını düşünürük ya yox. Bu onu düşünür. Bixilafil hadisil qudsi fəinnə nəzələ mə'nahu əla qəlbin nəbi bila ləfzin və bila vasitəti Cəbrail. Deyir ki, hədis-i qudsi Həzrət Məhəmmədin qəlbinə iner, amma bu səs bila ləfzin, ləfzi də olmaz və mənası yəni iner. Onun hiss elər, duyğusun hiss elər, yaşar onu. Hətta duyğu deməyək, yaşar. O bir dana bir anlamı, bir dana bir qavramın içində nə olur, onu yaşar və onu deyir ki, Cəbrail də gətirməz. Bəl ləfzuhu ləfzun nəbi. Onun sözü Allah sözü deyil. Onun sözü Peyğəmbərin öz sözüdür. Və Peyğəmbərin sözü İslam deyil. İslamın ən yaxşı təfsiri ola bilərmiş. Amma İslam deyil. Çünki Allahın sözü başqa bir dildir. Həzrət Məhəmmədin dili başqa bir dildir. Bəl ləfzuhu ləfzun nəbi əleyhissalatu vəssalam və yəcuzu həmlül hədisil qudsi bila təharətin və la yəcuzu həmlül Qur'ani bila təharət. Hədis-i qudsiyə həml eləmək olar, daşımaq olar, əl vurmaq olar, mənzur beləsi. Bila təharət. Təharət yəni təmizlik. Təmizlik, nəinki dəst namazalar, yox. Bu mənada deyil. Təharət yəni təmizlik. Təmiz olmasa da əl vura bilər, amma Qur'anı əl vurmaq haqqı yoxdur. Daha müqəddəs eləmək üçün niyə yoxdur ki? Bu da yazıdır, Qur'andır, kağız üstündə bir şey yazılıbdır. Amma müqəddəs eləmək üçün, əhəmiyyətini saxlamaq üçün, ayaq altına salmamaq üçün. Biz bir şey oxuyurduq, Ruznameniqarı oxuyanda universitetdə bir dənə calib bir fərziyə oxuduq. Bu fərziyəni çox kiçik danışdılar, amma mən bunu ömür boyu bunu keçətdim. Yəni, hey bunun üstündə işlədim, düşündüm. Bu mənim həmişə görürsünüz zehnimdə də olur, bəlkə Günas TV-də də bunu 3-4 dəfə demişəm. Deyir ki, o zaman ki, Məsihilər Həzrəti İsa'dan danışırdılar, fəqət bir söz eşidirdilər. Və bu söz o qədər müqəddəs olurdu buna görə, ki, görəsən. Molla çıxırdı, bunun adında deyirdi, şey olurdu. Sonra gəldilər bu Həzrəti Məsihdən bir nəqqaşi çəkdilər.
Bu nəqqaşinin üstünü örtürdülər, ildə bir dəfə açırdılar, adamlar gedirlər onu ziyarət edirlər. Əcib belə ehsaslanırdılar, duyğulanırdılar. Molla orada nə desəydi onun yolunda gedib ölürdülər. Yavaş-yavaş bu heykəl çıxdı, mücəssəmə çıxdı. O qudsiyyət biraz azaldı. İnsanlar bunu cism olaraq getdilər, gördülər. Nəqqaşını görəndə bunu bir şəkil görürdülər, amma özləri təsəvvür edirdilər. Amma mücəssəmə olanda getdilər, onu yaxından gördülər. Onun biraz qudsiyyəti töküldü. Yavaş-yavaş getdi bu, gəldi kitablara, ruznamələrə gələndə, kitablarda da yenə bu kitabları mühüm saxlayırdılar filan bəhman. Amma o zaman ki gəldi ruznamələrə daha yavaş-yavaş bunlar yandırdılar, odladılar, atdılar tualetə filan bəhman getdi bu cür şey oldu. Yəni İsa Məsih adiləşdi, peyğəmbərlikdən gəldi aşağıya. Məsih dini də gəldi aşağıya. Və bu gün oraya düşüb karikaturunu çəkirlər, məsxərə elirlər filan. Bu o bir şeydir. Onun üçün müsəlmanlar hala icazə vermirlər. Müqəddəs insanların nəqqaşlığı çəkilsin. Ya heykəlləri düzəlsin. İki dəlilə. Bir bu ki maddiləşdirilir. İkinci bu ki adiləşdirilir. Və adi olan şey məsxərə ola bilər, ayaq altına sıla bilər, tohin ola bilər. Mütəəssifanə İranda bu şey gedir. Yəni cavanlar özəlliklə bu mollaların cinayətləri və xiyanətlərindən sonra hər şeyi ayaq altına salıblar. Yəni İranda o zaman ki mən yaşırdım, indi daha bəlkə də pisdir. Heç bir etibarlı, ərzişli, qiymətli bir əxlaqi düşüncə yoxdur. Əxlaqi, fəlsəfi, dinsəl, ədalətsəl bir şey yox, qavram yoxdur. Yəni heç birisini yaşamırlar ən azından. Yəni dildə də desələr, şeydə yaşamırlar. Tamam. Bu birinci şeydən geçək, bir yazıdır beləsi. Əlbəttə gözəl yazıdır, bunu oxumaq lazımdır. Bu bir nəzərdir, düşünmək lazımdır. Görürsünüz, məsələn, Qur'ana görə bir düşüncə verir və bu vəhyin gəlmağına görə bir düşüncə verir. Ki, vəhy Peyğəmbər 23 ildə deyibdir, amma buna bir dəfə gəlibdir və bunu Həzrəti Cəbrail əleyhissalam Həzrəti Məhəmmədin qəlbinə indiribdir. Bevasitəyə Həzrət Cəbrail gəlibdir. Amma Kəlam-ı Qudsi ləfzi yox, mənası gəlibdir. Həzrət Məhəmməd onun ləfzi qoyubdur. Baxın, burada elə mən dediyim olur. Həzrət Məhəmmədin sözü İslam deyil. Çünki Həzrət Məhəmməd bunu öz ağzından deyibdir, öz tərəfindən deyibdir, özünün yaşadığı hissi, duyğunu, anlayışı, qavramı kəlmələrə çevirib deyibdir. Bu, onun şəxsi nəzəridir. Bu gözəl, yəni istəyirəm deyəm, bunun içində ciddi bəhslər var. Ona görə bu bölümdən geçək, kitabın içinə başlayaq. Kitabın əsli yeri görək nədir? Bu kitabın adını da bəlkə buradan tapdıq. Əlbəttə, burada qıraqda da bir yazı vardı, onu da oxuyarıq. Çünki zahirən kitabın haqqında bir şey yazıbdır. Və bihi nəstəyin Bismillahirrahmanirrahim. Elhamdülillahiləzi fəzzələ bəni Adəmə alə sairil həyəvan və məyyəzəhum bil ilmi vəl əqli vəl lütfi vəl ihsan. Heyvanlardan fərqi nə ilə olubdur insanların? Bil ilmi vəl əqli və lütfi vəl ihsan. Diqqət buyurun, 4 dana şey insanı heyvandan deyir, fərqləndirir. Calibdir, din demədi burada. Bu çox calibdir. Niyə? Çünki insan bil ilmi. İnsan bir alim heyvandır. Varlıqdır. Heyvan yəni canlı. Bunu deyək ki, əvvəl heyvan deyəndə bizim o İranda işlədən tohin anlamına gəlmir. Canlıya heyvan deyir. Həyəvan. Bil elmi. Biz nənədən doğmamışdan bir şeylər alırıq eşikdən, dünyadan. Doğulandan sonra qulağımızla, gözümüzlə, burnumuzla, ağzımızla, dərimizlə bir ittilaat, bir bilgilər topluruq içimizdə. Məsələn, bir şey bədənimizə dəyir, əlimizə, bədənimizə, bilirik ki, yumuşaqdır, bilirik soyuqdur, istidir, hətta bəzən bilirik ki, bu yandırır, acıdır, əziyyət verir, bunları bilirik.
dilimizə, ağzımıza bir şey şirindir, tuşdur, acıdır, yandırır, əziyyət verir. Bunları da bilirik. Gözümüzlə bir çox şeyləri görürük. Fərq eləməz ki, biz bunları yadımızda saxlayırıq, amma biz bunları görürük. Qulağımızla bir şey çoxlar eşidirik, havanı, adamların səsini, gələcəkləri, görmədiklərimizi belə eşidə bilirik. Bu bizə elmi toplanır. Bunların hamısı elmidir. Bizim içimizdə toplanır. Elmi bu deməkdir. Din soralar örgəşəcəyik. Din bunlardan deyil. Bunlar bu elm aldılar, o şey ki toplanır bizim beynimizdə, buna deyirik əql. Əlbəttə buna mən əql demirəm. Buna deyirlər zehni deyirlər qədimçilər. Amma mən əql nəyə deyirəm? Bunların içində bir-biri ilə qatışdırıb, əqlimi, beynimiz qatışdırır və bir nəticə alanda, məsələn deyək ki, qapı kilitlənib qalmışıq. Bizim tamamən bu beynimizdə olan, tamam o sinnimizəcən, o günəcən olan bilgilərimiz orada bir-biri ilə çatışır. Biz yol tapırıq bu qapını nə cür açmağa, ya buradan nə cür çıxmağa. Bu, əql burasıdır. Əql o nəticə alandır. Və lütf. İndi ondan sonra lütf var bir dana. İndi lütfü mənası nədir bilmirəm. İhsan. Bunun da mənasını bilmirəm. Amma bunlar deyir ki, bunlar insana eydir. Və cəəlnə min əhli sünnəti vəl cəmaəti və əhlil irfan. Burada şiələr çıxır ortadan. Çünki onlar məsələn özlərinin əhli sünnət və cəmaət bilmirlər. Və əhl-i irfan da bilmirlər. Bu adam bu yazan özün əhli irfan bilir və əhli sünnət və cəmaət bilir. Sünnət hər halda bunlardan keçək. Mən bunların yerində anlamına girməyim və bilmirəm də çox. Qayril məğzubi əleyhim minəl mülhidinə vəl muadidinə vəl əhli tuğyan və əlləmənə ma ləm nə'ləm. Və burada indi təzəşdən gələcəkdi elmə. Və əlləmənə Allah bizə öyrətdi ma ləm nə'ləm, o şey ki bilmirdik, minəl əqaidil həqqəti li rəsulir rəhman. Bizə o haqq və düz haqq ilə düzün əlbəttə fərqi var, amma deyək biz haqqı işlədik elə. Haqq əqidələrdən ki, Həzrəti Rəsuldan gəlir. Və fəhəmənə minəş-şəriəti əl-əxlaqu vəl-ə'malu min əfzəlil insan. Və şəriətdən də bizə anlaşdırdı, fəhəmənə bizə anlaşdırdı bizə şəriətdən nə mənəni? Əxlaqı və ə'mali əfzəl insandan, insanların ən yaxşısından. Vəssalatu vəssalamə əla Habibil ilahi Muhammed. İlah nə sözüdür? Ərəblər Həzrət Məhəmməddən qabaq ilah sahibi idilər. Bir çoxları. Allah yox idi orada. Həzrət Məhəmməd bir işi gördü, dedi ki, bu Allah. Mən dediyim Allah. Mən dediyim Allahı buna görə ki, bunun deməyəm, mən dediyim, gəldi əliflam qoydu buna. Əl-ilah. Oldu Allah. İki dənə idi. Əl-ilah oldu Allah. Allah, yəni bu Allah. Allahların içindən bir Allahı seçdi. Yəni bu Allah var imiş ərəb dilində. İlah deyirmişlər. Bu, məsələn, bunu seçdi, dedi ki, Allah, bu əl-ilah, bu müəyyən Allah, Allahdır. Həzrət Məhəmməd bu işi görübdür. Ona görə burada yazıb ki, əl-ilah, o Allahlardan birin seçdi. Muhammed ibn Abdullah və əla alihi və əshabihi ləzinə ittəbəuhu bicidd bila əl-əği vəl-alah. Bunu bilmirəm nə deməkdir. Bila lağın və lalah. Bilmirəm nə deməkdir. Bila lağın və lalah. Amma bəd. İndi buradan özünün iradətini göstərdi. Etiqadını bildirdi. Amma ondan sonra deyib, başda kitabın içine görək nə olacaq. Amma bəd fəyəqulul fəqirul miskin Məhəmməd əl-Bəkbazari. Əl-Bəkbazari. Adı yazanın kimdir? Yazar. Ən birinci yazar. Ha, yəni, indi gedirik o nüsxədən danışmırıq. Yazar. Məhəmməd əl-Bəkbazari. Əl-Bəkbazari. İndi mən bunu bəlkə oxudum, amma ola bilər ki,
bəy bazarı, bazar bəyi. Bu mənada olmuş olsun. Ona görə mən bunu, bu iki şeyini də sizə deyim bunu. Məhəmməd bəy bazari, bazar bəyi. Qəfərəhu və livalideyhi və lilmu'minine Allah el-bari vaqtən. İndi burada geçdi, qutardı. El-mucid. Orada əlbəttə bir dənə yazır. El-bari əv mucid. Bari ki, yaradıcıdır, muciddir. Bu Allah bula özünə və dədənənəsinə rəhmət eləsin və möminlər. Vaxt hakim, başladı türkçəsinə. Vaxt hakim biz Kül Məhəmməd Əfəndinin rəhmətullah əleyh risali türkiyyəsini beynəl xəvas vəl əvam mütədavilə görüb müşkilatini həll və məsailinin məxəzindən bəyan edər şərh-i muhtac bildim isə dediyim əvvəldə o dedim ki bu şərh olacaqdı o deyil. Deyir ki mən bu özünün adı dedi Məhəmməd deyir ki amma mən vaxt kim biz Köy Məhəmməd Əfəndinin ya Bərkuy, elə bilər bu Bərkuy bir şeydir, yəni bir addır, bir yerdə işlənir, bir ayrı adamın içində eşitmişdik. Ehtimal verirəm ki bu olacaq. Biz Köy Məhəmməd Əfəndinin beləsi oxunur. Hətta altına səs qoyubdur. Çevi Məhəmmədi, Çevi yazdığı üçün biz də bunu Çevi yazmalıyıq. Çevi Məhəmməd Əfəndinin Allah rəhmət eləsin, Risale-i Türkiyyəsini, türkicə o bir risalə yazmışmış. Bu 970-də, indi deyək 70 civarında. Bu adam onun kitabına istəyir bir şərh yazsın. Bunu dedik ki, əvvəldə bu kitabın çox yerində kəlmələrin üstünə xətt çəkdiyi üçün başları üstünə bu anlamdadır ki, bu bir kitabı şərh edir ya da onu tərcümə edir. Amma burada deyir ki, bu kitab özü türkcə idi, fəqət çətin idi, ona görə mən buna şərhə başladım. Biz Çevi Məhəmməd Əfəndinin əsl yazar, bəs indi gərək deyək ki, şarih bunu yazaq, şarih üstəki, amma aşağıdakı əsl yazar kimdir? Çevi Məhəmməd. Səslərini də qoyun burada. Çevi Məhəmməd Əfəndi. Çevi Məhəmməd Əfəndinin rəhmətullah əleyh Risale-i Türkiyyəsini beynəl xəvası vəl əvam. Xəvas olardı ki, məsələn, deyək ki, daimən gedirlər bir dana təxəssüsdə dövrə görürlər irfanda. Dövrə görüblər, aylar, illər orada yaşayıblar. Əvam da mənim kimi adam ki, bilmir, hərdən gedir, məscidə getmir, ya gedir bir yerə getmir, ya kitab oxur, ya oxumur. Buna da əvam deyirlər. Mütədavilə görüb, bu kitab yaygınmış onların arasında. Deyir ki, xəvas və əvamın arasında mütədavilə görüb müşkilatini, onun müşkilatı varmış içində. Yəni, çətinmiş oxuması. Həll və məsailinin məxəzdən bəyan edərsə, onun o məsaili ki, o demişdi, onların hangi mənbədən deyib, o mənbəə müraciə eləyib demək üçün şərhə muhtac bildim. O kitabı şərhə muhtac bildim. İsə və ləhu nə deyim? Təzəəhu eylə bilmirəm nə deməkdir. Təzəə eylər əmrimi nəsir və mənimə sipariş qılıb. Burada bir neçə kəlməni oxuya bilmədim. Aha. Təzəə eylər əmrimi nəsir və müəyyinimə köməkçisi varmış. Köməkçisi varmış. Əmrimi, nəsir və müəyyinimə əmr burada işdir. İşlərimin köməkçisinə sipariş qılıb, bədəl istixarə. Ona sifariş elədim ki, yadıma sal bunu yazaq, ya buna köməklik eləyəcəksən, get bu işləri gör, kitabları tap filan. Bədəl istixarə şərhinə şuru eylədim ki, müsliminə, aha, üstə bir dənə bir şey ya, ey qəlil ismi qəlili sərmayə olacaq ehtimalən. Bəzaət imiş üstəki və
eylədim isə qilləti bəzaət və qəlili sərmayə ilə əmrimi nəsir və indi oldu. Altdakı kəlməni görmürmüşəm ki, orada qalmışmış, onu aşağıda yazıbdı. Qillə-i bəzaət və ey mənzuru nədir? Qəlili sərmayə. Sərmayə burada pul anlamında deyil. Burada yəni düşüncəmin, savadımın azlığı. Və qəlili sərmayə əmrimi nəsir və müinimə sipariş qılıb bədəl istixarə şərhinə şuru eylədim ki, müsliminə nəsihət olə və nəsihətül müslimin ilə təsmiyə eylədim. Adı nəsihətül müslimindir. Tamam. Bu üç üstə yazıblar bəyan istifadə səlbiyyə, bu səhvidir və doğru deyil. Çünki deyir, nəsihət-i müsliminə nəsihət olə və nəsihətül müslimin ilə təsmiyə eylədim ki, ismi müsəmmaya mutabiq olə. Kitabın adı da içindəkilərə mutabiq ola, eyni ola, bənziyə. Vəllahül hadi və aleyhil etimad. Etimadi, mənim etimadım Allahadır. Buradan sonra yenə kitabın özün Bismillahla başlayır. Yəni bu adam o şərh eləyən, o kitabı, əsli kitabı götürür, onu şərh eləyir. Bismillahirrahmanirrahim, elhamdülillah. Bu Bismillah buradan bu şarih özünün sözlərini demişdi. İndi buradan getdi, o kitabı aldı əlinə, başladı onu şərh eləməyə. Bismillahirrahmanirrahim kitabını Bismillah və Həmdülillah ilə başladı. Qur'an-ı Kərim iqtida və Risale-i Sünni və Risaləsini itmam üçün. Zira şərif olan şeyün əvvəlində Bismillah və Həmdülillah deyilməsə əbtər olur. Deyü hədis-i şərif var olmuşdur. Deyir, bir hədis vardır ki, əgər bir şeyin əvvəlində Bismillah deməsən, o əbtər qalar, yarımçılıq qalar. Tamam. İndi bu səfəni qutardıq. Amma kitabın qırağında bir şey yazıb ona bir baxaq. Və min tətəbbü hazəl kitabi ölümə ma fi xutbətihi min bəraətil istihlal. Ləənnəl həmdə və təfzilü bəni Adəm və təmyizuhum bil ilmi vəl-əql. Üstəki o 4 dənə şey ki demişdik, heyvanla adamların fərqini, onu burada şərh edilir ki, bu kitabda nə olubdur? Təmyizihum bil ilmi vəl-əqli vəl-lütfi vəl-ihsan və kəunihim min əhli sünnəti vəl-cəmaəti və təbyinül əqaidil həqqəti və şəriəti vəl-əxlaqi vəl-əmal vəl-ihtiyacı iləllahi və duai küllü zalikə məzkurun fihi. Deyir ki, bunların içində, hamısı bu şeylərin içində kitab bunun haqqında olacaqdır. Sonra təzəşdən bir dənə burada bir şey başlayır, Bismillahla başlayır, bir nəfər başlayıbdır. Zübdətün Nəsaih kitabından götürüb bunu, axirdə imzasını qoyubdur. Bunu da belə Bismillahirrahmanirrahim, əgər eləyə bilsəm oxusam, həmdi bihəd ol. Bu kitabın adı türkcədir, zahirən Zübdətün Nəsaihdən götürübdür, amma türkcə ilə Bismillahla başladı. Həmdi bihəd ol xəllaq aləmə ki fəhkəmi beynən nas fəhkəmi beynən nas Qur'an ayəsidir bu. Bil ədli ilə uləma-i din və üməra-i cüzini ədl-i ihsanə tənbih edib vücud salatin olacaqdır. Salatin ədalət ayini ilə rəf-i zülm zəlam zalimin eylədi və sənayi la yüəd ol rəzzaqi bəni Adəmə və caidür, nə mənə burada oxuya bilmirəm, bəni Adəm və cahidu fi səbilillahi fərmani məğfirəti unvani ilə ibad mərhəmət mعنادin غذا və cəhadə tərğib edib tiğ İslam nüsrət əncamı ilə rəcm şeytanə ə'dai din eylədi və salat bi nəmayə və salam bi nəhayə ol
Fars meydan Fars burada dil anlamında değil ki farslar deyirik. Burada fars dediği söz o farisçe əslində oxuyaq. At sürən ki savaşda at sürür. Ol faris meydan qəza و musafir Leyli əsra Həzrəti Muhammed Mustafa sallallahu aleyhi ve ala. Gördünüz ki o fars sözü Həzrəti Muhammedə sifət oldu. Sallallahu teala aleyhi ve sellem fi sübhi vel mesain ruzehi mütehheri zenbi esaleri üzerine olsun ki Nebi meb'us bil cihadi ve Resulü Rabbil ibad olup sahn saray dünya şu'le-i aftab adalet ve tiğ şeriat baliği ile roşan. Burada gəldi səfənin əşyasına, burada böyrü beləsi yazmışdı, bunu oxuduq. İndi əşyaya belə çönür. Mən burada gərək daha çox əyiləm, onu da əyilmədiyim üçün bunu çevirim. Görüm ki, onu görə bilirəm, yoxsa yox. Yox, olmur, gərək daha çevirəm. Bu səfər tərsə oldu. Aha. Və tiğ şeriat baliği ilə روشن و اشرت خانه اقبا لمعی ماهتاب شفاعت بیدریغی ایل منوری و مبین ایلمشتر و ایلمشتر و درود من درود اخرى مولا بلج و olmuş durur ehtimalen ve daiyati tamam oxuya bilmirəm burada nə şahsın yəni həm əyridir kitabın özü olsa bəlkə oxuya bilərdim çünki oxunur xəttdir. Hər halda o bir kitabdan ki türkçəymiş ona istirad elədi. Qeydaq kitabın özündən yenə ikinci səhifəni oxuyaq. Tənbihul qafilin. İndi burada nə dedi? Necə oldu keçdi buradan bura? Kitab ehtimalen vəsətdə bir şey düşübdür. Dedi ki Bismillahirrahmanirrahim onu şey elədi, tozih verdi. Ondan sonra tənbihul qafilinə geçdi. Belə bir şey ola bilməz. Sən kitabın ortasından düşübdür. Əcəba yox, düşmür. Çünki aşağıda tənbih sözü yazıbdır. Tənbih o birisi səhifədə olacaqdır. Bunu görürük. İndi bu birisi səhifədə bax. Bəli. Aşağıda səfənin aşağısında, yəni bu vəraq iki üzü var. Bir bu üzü var, bir bu birisi üzü var. İndi burada yazdı, gəldi, bu birisi tərəfində başladı, yazdı. İndi deyir ki, bu vəraq qutardı iki tərəfdə. Bu cırılsa, o birisi səfəni nə cür biləcəyik ki, o birisi səfə hansısıdır? Bunun aşağısında, burada qıraqda, burada yazının içində yox, aşağıda, qıraqda yazır ki, o birisi vəraq ki vardı, o birisi vəraq bu kəlmə ilə başlayacaqdı. Onu indi gördük burada qoyubdu tənbih deyə. Bəs cırılmayıb onda. Tənbih. İndi Bismillahirrahmanirrahimdən sonra o əsl yazar ki dedik adı nə idi? Onun adını yazdıq. Əsl yazar Çevi Məhəmməd Əfəndi. Bismillahirrahmanirrahim. Elhamdülillah. Ət-tənbih. Ət-tənbih deyil, tənbih. Tənbih əl-qafilinə dedi. Tənbihul qafilin. Üstünə bunu səslətməyəm amma tənbihul qafilin. Də 7 kələmatı hifz edən indallahi və indəl mələikəti şərifidir. Tənbihul qafilin. Qafilləri tənbih əslində bizdə pis məna verir. Vurmaq, demək anlamındadır. Döymək anlamındadır. O deyil. Tənbih əslində yada salmaq desək daha yaxşıdır. Məsələn, deyək ki, bir nəfərə deyiblər ki, gedirsən bazara, mənə də bir dənə məsələn limo al. Adam gedir özünə alver edir, yadından çıxır, dükandan çıxanda yanındakı adam deyir ki, sən qərarlıdır filan kəsə bir limo alasan. Ona deyirlər tənbih. İranda təəssüflə kəlmələrin hamısı tərsə işlənir. Tənbihul qafilin. Əlbəttə orada da bu mənaya da müəllim məsələn tənbih edir şagirdi. Yəni ki işgəncə edir, amma əslində odur ki yadına salır ki sən bu işi görəcəkdin. Ya görməlisən. Ki o dedik bir növ işgəncədir.
Tənbihul qafilin deydi kələmatı hifz edən indəllah və indəl mələikəti şərifidir. Dənizlər göyüncə, dənizlər köpüncə ehtimalən olursa da günahı məğfurudur. Taatün həlavətini bülür, həyati və məmati xeyr olur. Hər şeyin önündə bismillah, sonunda hamdullah, ləğvu çizbidən sonra istiğfar etmək, işləyəcəyinə inşaallah demək, həzzü etməyi şeydə la huvlə və la quvvətə illa billah demək, müsibət qətində inna lillah və inna ileyhi raciun demək. Bunlar harda nəyi deyəcəksən onu deyir ki, bir də bunu gəlsək deyir ki, 7 kələmatı hifz edən indəllah və indəl mələikəti şərifdir. Bu 7 kəlməni deyir, hər kəs hifz eləsə, yadında saxlasa və yaşasa, o Allah yanında və mələkələr yanında şərif bir adamdır. Dənizlər köpüncə, dənizlər köpüb daşınca, yəni köpüb daşmaq. Dənizlər köpüncə olursa də günahı, əgər günahı bu qədər də olsa, məğfurudur. Məğfurudur. Taatının həlavətini bülür, həyati və məmati xeyr olur. Məğfudur, günahı bağışlanır, bu 7 kəlməni bilsə, taatinin həlavətini bilər, həlavət şirinlik, taatinin, o ibadətlər şeydir, onların şirinliğini bilir, həyatı və ölümü xeyr olar. Hər şey onun önündə, hər şeyin önündə, əvvəlində, hər şeyin başlanğıcında, əvvəlində Bismillah söyləndə. Bismillah, əvvəlində Bismillah, sonunda, qutarandan sonra Elhamdülillah, ləğv-ü kizbidən sonra, əgər bir məsxərə bir şey dedi, ya bir yalan dedi, ondan sonra istiğfar etmək, pəs 2 dənə oldu. Əvvəldə Bismillah, sonda Elhamdülillah, əgər bir pis iş gördü, bir yalan danışdı, bir pis iş gördü, ləğv əslində çox aşağı bir işlər görmək. Bizim Azərbaycanda əskihləmək deyirlər. Əskih bir iş görsə, ondan sonra istiğfar etmək. Allah bağışla məni. İstiğfar bu deməkdir. İstiğfar nə deməkdir? Qıfran istəməkdir, bağışlamaq istəməkdir. Allah bağışla məni. Etmək, işləyəcəyinə inşaallah demək, o işi başlayacaq. İşin əvvəlində Bismillah, sonunda şey, amma başlamağa inşallah Allah istəsə. Əlbəttə, mən bundan müxalifəm biraz, inşallah deməmək lazımdır. Demək lazımdır ki, Allahın iradəsi ilə, yəni öz iradəvi də orada qoyursan, məncə bu yaxşı gəlir. Allahın köməkliyi ilə, yardımı ilə, inşallah demək, həzz etməyi, mən bunu həzz oxuram, amma etmədici şeydə, həzz etmədici şeydə, o şeydən ki, ləzzət aparmır, kef çəkmir bir işdən, həzz etmədici şeydə, əgər bir işdən xoşu gəlmir, həzz aparmır, kef çəkmir, onda la havlə və la quvvətə illa billah demək, bunda da xoşum gəlmir, amma la havlə və la quvvətə illa billah, zordur bu iş mənə, ağırdır, görənmirəm, ona görə də şey olmur. Onu da deyir ki, la havlə və la quvvətə illa billah demək, müsibət qətində, o zaman ki, Allah görsətməsin, heç kəsə, əlbəttə görsədir, yəni Allahın da işi müsibət görsətməkdir. Müsibət gələndə, qətində inna lillah və inna ileyhi raciun demək. Gecədə və gündüzdə la ilahə illallah vəhdəhu la şərikə ləh demək. Gecə ilə gündüz la ilahə illallah vəhdəhu la şərikə ləh demək. Dedi. Bismillah. İndi orada gəldi adam Tənbihul Qafilindən sonra o əsl yazar Məhəmməd Əfəndi dedi ki, Bismillah məski əbiridən ətyəb miski olacaqdır. Türkcə miski deyilir. Mis sözü də indi işlənir. Yəni deyir ki, mis kimi
qoxur, yəni ki, mişk kimi qoxur. Ətri müşk ətri kimidir. Yoxsa dəmir mis anlamında deyil o. Misk əbiridən, ətyəb göndən aydın ənvər cəhənnəmdən, ənvər gündən aydın ənvər cəhənnəmdən nəcat anınla, cənnətdən haqqı təalayı görmək anınlədir. Bismillahın, yəni bunların şeyidir. Bismillah. Tazaşdan gələn kitabda yazıb, Bismillah yazılı kağız yerdən qaldırə. Bir kağızın üstündə deyir, Bismillah yazılıb yerə düşsə, Bismillah yazılı kağızı yerdən qaldırəni Allah-u Teala səddiqlərdən edər. Nətəkim Luqman-ı Həkim işləyib hikmətə və muizəyə nail oldu. Gene o yazarın şərhindən bəş və bəşər hafi işləyib və bəşər nə deməkdir bu hafi? Hafi işləyib fisq ilə məruf ikən xafi bəlkə olacaqdı, hafi yazıbdı. Mən xafi yəni qorxudan bir işlər görsə, amma hafi bilmirəm nə deməkdir. Bəşər hafi işləyib fisq ilə məruf ikən vilayət ilə məşhur oldu. Bal və sud و şərab. Bal, süd və şərab. Mən bunu farsça oxudum. Bal və süd və şərab və su irməkləri cənnətdə. İrmaq dedik ki, ərx. İrməkləri ya fəvvarə deyilir farsça, məsələn o da var. Amma irməklər məmulən su çeşmədən çıxır, axır ya bir yerdən gəlir, ona irmaq deyirlər. Su irməkləri cənnətdə bir böyük bəyaz incüdən qübbə içində yazılmış Bismillahın bir ha ilə Bismillahın ha ilə üç mimindən Bismillahın mimi əgər yəni axar. Əgər Bismillah oxuyan onlardan içərdiyi rivayət olundu və dəxi onda xəvas əcibə və hikayat qəribə çoxdur və həmd ən'am müqabiləsində olub və hər nemətə şükür lazım, xüsusa əsl nemət və dəxi səadət darinə səbəb olan İslam olduğunu işar üçün ihda eləyən Mevlayı Əlləzi hədanəl İslam ilə, gəndə bu əsli yazıbdır, şarih indi bundan bizə ilə sifətləndi və cəəlna min ümməti Muhammed, gəndə bu əsli yazarındır. İştifa eyləyib salavat əleyhi və səlləmu təslima əmrinə imtisal eyləyə təzim üçün əleyhissalatu və səlam dedi. Bana salavat, mənə salat eylədikdə mürsəlinə belə eylə. Mürsəlin ilə belə eylə. Dedikdən vəssalatu vəssalamə alə cəmil ənbiya və mürsəlim dedi. Əfzəl-i rüsul olduğuna binaən bir kərə təzim eylə və təmim eylə salatundan sonra xüsusa minhum alə əfzəlil məxluqin Muhammed dedi və bana salat eylədiyində al-ı əshabə dəxi eylən dedicindən və alihi və sahabihi əcməin dedi. Əmma bəd. İndi bu şarih buradan onun salam salavatın tozih verdi. İndi buradan geçir kitabın içine görək kitab niyə yazıb, o əsl adam ki yazıbdır, şarih şərh eləyibdir. Görək orada əmma bəd, yəni özümüzə vacib olan aradan sonra özümüzə vacib olanlardan sonra olacaqdır. Fəhazihi, ərəbcəymiş, türkçə deyilmiş ki bu. Dedik ki o Məhəmməd-i Kəvi Məhəmməd Əfəndi orada dedi türkçə, amma türkçə deyilmiş, o ərəbcəymiş. Çünki burada beləsi yazır ki
Fəhazihi şül zehnimdə hazır olan mənalar və yaxud ol mənalərə dəlalət edən ləfzlər və yaxud risalə içindəki yazılar və yaxud hər ikisi və yaxud məcmui bunların hamısı. Yəni onu dedi ki, hazihi nə deməkdir? Mənzuru budur ki, ya zehnimdədir, ya yazmışam, ya hər hal bunların dedi hamısı. Vəsiyyətül fəqir l-həqir əl-mü'tərifi bil-əcz və təqsir Məhəmməd ibn Pir Əli. Bunun adı Məhəmməd Pir Əli'miş. Bunu indi burada yazsaq adın, düz adı budur. Orada dedi ki, Çevi Məhəmməd Əfəndi, amma burada deyir ki, nə mənə? Öz adın özüm yazdı. Məhəmməd ibn Pir Əli. Məhəmməd ibn Pir Əli. Əfa ənhuma əl-əfvül əla linəfsihi və licəmiyil müşəllifinə kətəbəha bit-Türkiyyə. Deyir, bu adam deyir ki, Türkçe yazıb kitabı. Liya'ləmə nəf'əha, onun nəfi olmaq üçün, yəni o adam Türkçe yazmış. Mən ərəbcə oxuyuram burada. Ərəbcəsi hətmən əvvəlində belə yazıbdı, amma sonra gedir bunu şeydir. Vəsiyyətül fəqir, bu vəsiyyətidir onun əslində. Əl-həqir əl-mü'tərifi bil-əcz və təqsir, adı da Məhəmməd ibn Pir Əlidir. Bu kitabı Türkçe yazıbdır. Bir Türkçeyə liya'ləmə nəf'əha, liyu'ləmə nəf'əha, müsənnif rəhmətullah təala nəqliyyat və əqliyyat ey mütəəlliqi bi, burada bir şey yazıbdır, təfsir edibdir, linəfsihini ehtimalən mütəəlliqi bi, oxuya bilmirəm onu, çünki çox giz, çox kiçik yazıbdır, bir vəsiyyət və müsənnif rəhmətullah təala nəqliyyat və əqliyyatı mahir fəridül əsr, mahir fərid, fərid yəni yeganə, yer üzündə bir dana, məsələn o dövrədə bir dana imiş. Mahir fəridül əsr ikən kəmal təvazüündən nəfsini fəqr və hiqarətlə və əcz-ü təqsirini etiraf ilə sifətlədi. Bina ey cəza, bana ey cəza, mükafat nə deməkdir? Mükafatı o yazıb, nəf'əha, mükafat nə deməkdir? Ey cəza, onun cəzası. Cəza nə deməkdir? Yəni, padaş farsça deyilir. Yəni, o şey ki, əldə ediləcəkdir, mənfəət çıxar. Mükafat üçün babasına dəxi dua eylədi. Babası, burada dədəsi də, yəni biz dədə deyirik, babası. Babasına dəxi dua eylədi, zira nasə şükr etməyən Allah-u Teala'ya şükr etməz deyildi. Və dəxi Allah-u Teala pədər və madərinə müti olani yalğız bana asi olursa və dəxi Allah-u Teala pədər və madərinə müti olani yalğız bana asi olursa da və ayarlığım və illa yarlığım bana müti olursa da demişdir. Beləsi biz burada çətin cümlə yazdı, anlamadım. Hər halda müti olanı yalğız bana asi olursa da, deyir mənə asi olsa da yalqız, yəni təhcə mənə asi olsa da önəmli yoxdur, amma dedənin nə olanı indi bilmirəm. İlla yarlığım bana müti olursa da demişdir. Bəyan-ı sıfat-ı səlbiyyə, burada kitabın Allahın sıfat-ı səlbiyyəsini deyir, amma qalanı devam edir. Kitabın adı bu deyil. Burada fikrim ki, bunun səhv eləyiblər. Kitabın əvvəlindən biraz oxuduq. Sıfat-ı səlbiyyəni də bir şeyin oxuyaq, görək nə mənədir. Allah-u Teala'nın sifati, Allah-u Teala'nın sifati subutiyyə və ya səlbiyyə. Birdəki əvvəlki yağı, ya subutiyyə, ya səlbiyyə. Əvvəldəki yə yazıbdır YH, ikincisini ya yazıb əlif ilə.
Allahu Teala'nın sıfatı ya sübutiye ve ya selbiyedir. Subut ya iki dəfə yazılmasın diye yazıda birin ya yazıb, birin ya yazıb ki, tekrar olmasın söz. Bu ədəbiyyatda bir böyük işdir. Tekrar eləməmək. Eləyə biləsən, bir qavrama müxtəlif sözlərlə gətirəsən ki, adca da fərqləri olsa bir-birləri ilə o bir söz tekrar olmaya. Səlbiyyədir. Subutiyyə dəxi ya zatiyyə və ya fiiliyyə və ya cəmaliyyə və ya cəlaliyyədir. Səlbiyyənin özündədir və ya sifat-ı subutiyyə və ya səlbiyyədir. Subutiyyə dəxi ya zatiyyə və ya fiiliyyə və ya cəmaliyyə və ya cəlaliyyədir. Səlbiyyə Allah Teala haqqında məhal olanlardır. Subutiyyə dəxi gələcəkdir cümlənin mətləbi əlası duxuli cənan və rizai rəhman olub. Tamam, devam edir beləsi. Gedək bu kitabın məsələn bir nə vaxtı bu kitabdan başlamış oxumağa? 1 saat 1 rubdir. Gedək bu kitabın 50-ci səhifəsindən bir neçə cümlə oxuyaq. İbraz üçün əşyai, bu birisi səhifədən oxuyaq, burada əksimiz düşsə üstünə, bu birisi düşsün. Lövh-i məhfuz, nə deməkdir lövh-i məhfuzə? Uzunluğu 500 yıllıq və 100 bəğun və şəklindən nur əqər. Başı ərşə bağlı qələmi əvvəl xəlq edib. Başı ərşə bağlı. Qələmi əvvəl xəlq edib. İlə yevmil qiyamət olacağı yaz deyib. Ol dəxi hər hərfi qaf tağıncə ələ təriqil vəsfi. Məsələ Zeyd imanı ixtiyar edərsə mümin deyə yazmışdır. Və ində məfatihül qeybi la ya'ləmuha illə hüvə vəl ya'ləmu ma fil berri vəl bəhri və ma təskutu min vərəqətin illə ya'ləmuha və la həbbətin fi zələmatil ərzi və la rütəbin və la yəbisin illə fi kitabin mübin. Ana dəlilidir. Belə deyir, bir söz vardı, ayədir bu əlbəttə. Deyir ki, bu o sözə dəlildir ki, Allah deyibdir ki, qələmi yazıb, əvvəldə qələmi xəlq eləyibdir, sonra da qələmə deyibdir ki, qələm sən hər insan üçün başına nə gələcək onu yaz. İndi əgər belə bir şey olsa, məsələn, mən oğurluq elədim. Mən oğurluq eləmirəm ki, qələm yazıbdır. Mən yalan danışdım. Mən yalan danışmadım ki. Qələm yazıbdır, mən yalan danışım. Bundan qaçmağım imkansızdır. Belə bir şey, buna deyirlər cəbr. Bu cəbrdir, yəni zordur. İndi Allah o şey ki, mənim iradəmdən xaricdir, onu mənə niyə mücazat eləyəcəkdir? Əlbəttə ki, biz cəbrin içində yaşayırıq. Yəni biz, məsələn, dədənənəmizin uşağı yox. Dədənənəmiz hangi dində, hangi fikirdə olsa, biz də onunla keçəlirik. Sonra gedirik o mühitdə dost, famillər, yoldaşlar, mədrəsə, müəllimlər, danışıq. Bunlar bizim ixtiyarımız yoxdur. Hər şeyi bunlar bizim beynimizə, hangisi bir şəhər adıymış, onu siz burada yazmışsınız. Mən diqqət edin, Bəy Bazarı Türkiyədə bir şəhər adıdır. Əcəb, bilmirdim. Tamam, çox sağ olun, təşəkkür edirəm, bilmirdim. Sağ olun, Əhməd bəy, Təbrizli. Belə bir şey yazıbdır ki, hətta burada Qurandan da ayə gətiribdir ki, o bilir, İndəhu məfatihul qeybi la ya'ləmuha illə huvə, qeybin kilidləri onun yanındadır və ondan sonra heç kəs bilməz. Ya'ləmu ma fil berri vəl bəhri və ma təskutu min vərəqətin, hətta bir ağac yarpağı ki düşür, onunla da bilər, hələ o şeylər ki dəryalarda, qurularda, onların hamısını bilər, hətta o ağacın yarpağı ki düşər, onu da bilər, yazıbdır yəni. La ya'ləmuha və la həbbətin fi zülematil ərzi, o dənə ki yerin torpağının qaranlıqlarındadır, və la rütəbin və la yabisin illa fi, heç zat bir şey yoxdur ki kitabda olmasın. Yəni Allah bunu yazıb öncədən.
ana dəlilidir. O iddiamıza dəlildir ki, beləsi demişdirsə, Lövh-i Məhfuzda var. Heç ana müxalif nəsnə olmaz və kimsə dəxil cəbr lazım gəlmaz zira. Deyir ki, heç kəsdə cəbrə lazım gəlməz. Adam əslində bilmir də nə deyir. Yəni Allah rəhmət eləsin. Böyük, əlbəttə bunu oxumaq lazımdır. Mən indi ortadan girmişəm, bilmirəm nə olur. İndi bu adamı qəzavət eləməyim, amma tənqid olar. Necə ki, daha hər şey yazılandan sonra mən o yazını yaşayandan sonra mənim ixtiyarım yoxdur ki. Bu cəbridir. Yəni zordur. Bunu dəyişdirməyə imkanım olmasa və bir ağacın yarpağının düşməyi onun ixtiyarında olmayandan sonra hangi tarixdə doğuluruq? Hangi şəraiti ictimaidə, siyasidə, dinidə, əxlaqidə, savadın, teknolojinin hangi sahəsində, kasıblıq, dövlətlikdə, dədə-nənənin ağlının nə qədər olub olmağı, savadının nə qədər olub olmağı, gözəllikləri, çirkinlikləri, boylarının çox olmağı, az olmağı, mərislikləri var, yoxdur. Minlər. Bunları biz daşıyacağıq. Bunlarda doğulacaq və bunlar bizi onların içində yetişdirəcək. Bunların hamısı cəbridir. Yəni bunlardan mən çıxıb qaça bilməyəcəyəm ki, mən dədə-nənəmdən çıxmışam, hər halda bundan çıxıb qaça bilməyəcəyəm ki, bir ayrı şeyə. Ya məsələn, onların savadları ya da əqillərindən uzaq mən bir iş görəm. Onlardan çox olacaqdır. Onların rəngi, onların boyu, onların mərislikləri, onların ailəsi, gəlgedi, hamısı bunlar mənim cəbrimdir. Bunları yaşamaq zorundayım. Gedək 100-cü səhifədən bir səhifə biraz oxuyaq. 100-cü səhifədə yenə də bu sol səhifədən başlayıram. Deyir ki, o əsli yazarın şeylərini oxuram. Mən deyirdim ki, o ərəbcə yazıb, amma burada indi görürük ki, kamilən türkcə yazıb. Deyir ki, bir kimsənə, o əsli yazar və şarihinkini sonra oxuyacağam. Bir kimsənə elmi məclisində mənim nə işim var desə, gedib bir elm məclisində deyir, mənim burada nə işim var? Mən niyə gəlmişəm, məsələn, dərs oxuram, ya kitab oxuram, ya məsələn, oturmuşam belə bir şey. Niyə gedib coşa qulaq asmıram? Niyə gedib, məsələn, oynamıram, niyə sinamaya getmirəm, niyə yatmıram? Məsələn, bunlar zehnə gəlir. Deyir ki, desə, elmi istixfaf etmiş olur. Belə bir söz desə ki, mənim bu məclisdə nə işim var? Elmi təhqir elər. Diqqət buyurun, bu qədər. Gözəl sözdür. Yaxud, yenə bu şarih bunu dedi, indi yenə gedir əsli yazarın sözünə. Yaxud alimlərin dediyini etməcə, kim qadir olur desə, yəni bunu dedi ki, bu alim bunu deyir, bunu bu işi kim görə bilər? Deyir, bunu desə nə olar? La yükellifallahu nəfsən illa vüs'aha ayətini inkar etmiş olur. Deyir, onda bu ayəti ki, Allah tərəfindən gəlibdir ki, Allah heç kəsə boynuna bir iş qoymaz, önünə bir iş çıxartmaz, illa ki ona gücü çatar. La yükellifallah, Allah yükləməz heç kəsə, mən təklifi yükləmək hesablayıram ki, türkçədə yaxşı anlaşılsın. La yükellifullahu nəfsən, Allah bir adama, bir canlıya yük çatmaz, illa vüs'aha, illa onun zoru çatdığı qədər. Adamlar bu işi görməzlər. Ayətini Allah dədə-nənəmizə rəhmət eləsin inşallah. Bir şeylər yadıma düşdü. Allah yükellifullahu nəfsən illa vüs'aha ayətini inkar edər. Onda bu ayənin, bir müsəlman bu ayənin əlsinə getməməlidir. Qabağıma bir iş gəlirsə, bir şey olursa, bunu mənim çıxarım, zorum çatacaq da aşıram. Yəni istəyir desin ki, müsəlman insan, inanan bir insan, heç bir müşkül yoxdur ki, deyə mənim buna zorum çatmaz həll eləyək. Onu həll eləməyə yol tapacaqdır. Bir şey yaratmağa yol tapacaqdır. İlla bu ki, deyə mən müsəlman deyiləm. Çünki onda ayəni şey edir də, yəni deyir ki, ayənin tərsinə gəlir. Gözəl söz deyibdir. Yaxud, yenə getdi şeyin yazı, yaxud fətvayı bir qismə nədir bu desə. İndi burada mən əlbəttə bunu qəbul eləmirəm. Deyir ki, bir dana fətva verir bir molla, deyir ki, bu nədir axı, niyə bunu verdin sən? Deyir, bu da düz deyil. Nə olar onda? Və ya bir qissə səri elmindən xəbərlü desə, xeyirlü desə. Bu kəlmənin mənasını bilmirəm. Bilmədiyim üçün də oxuya bilmirəm.
və ya bir qüs'əyi səri elmidən xeyirlidir desə, bilmirəm bu nə mədə, ya bir qüs'ə eyni ilə yazılıbdır, onu görə başlapıram. Bir qüs'əyi sərid elmidən xeyirlidir desə, əgər bir nəfər desə ki, elmidən yaxçıdır, məsələn, bir dana nə mənədir, onu bilmirəm demək, kafir olur demişlər. Hətta demişlər ki, kafir olar əgər elmidən yaxçı desə bir şey məsələn. Qovlən və ya fiilən, bu şarih yazır. Qovlən və ya fiilən təzim vacib olan nəsnəyi niyyətlə məən təxfif küfrüdür. Sözünlə ya işinlə bir iş, bir elmi böyütmək yerinə, ki onu böyütmək vacibdir, onu niyyətində təxfif eləsən, yəni işinlə ya sözünlə niyyət, onun ərzişin azaltmaq üzünə gəlsən, təxfif yəni azaltmaq, ərzişin, qiymətin aşağıya gətirsən, o küfrüdür. Amma niyyətsiz təxfif cəli və aşikara isə küfrüdür. Amma niyyətin olmayacaq ki, mən bunu azaldım, təxfif eləyim, deyim ki, məsələn, axı bu Quran nədir ki, ya məsələn, bu şey nədir ki, deyim, belə, amma niyyət eləməmişəm ki, bunu azaldım, deyirəm, nəzərimizə ehtimə gəldi ki, bu belə olmamalıdır. Deyir, onda bu şeydir, niyyətsiz təxfif cəli və aşikara isə, əgər dil ilə ucadan desə, hamı eşitsə, bu küfrüdür. Təəmmülə möhtac isə, amma əgər ehtiyacı vardır ki, bunu düşünə insanlar, təəmmülə möhtac isə xətai əzimdir. Xətai əzimdir, xətadır. Nətəkim, Həzrət Rəsul bir kimsə sələvati nas gördüyü yerdə, bir kimsə səluti nas gördüyü yerdə ehsan edib, görmədiyi yerdə isaət eyləsə, ol bir istihanətdir. Onunla Allah-u Teala'ya istihanət eylədi. İstihanət, ehanət istəmək, ehanət niyyətində olmaq və onu yaşamaq. Deyir, əgər məsələn bir nəfər adamlar gözünün qabağında aparır, ehsan edir, bir şey payılır. Amma dallıda duranda narahat da olur filan, ya vermir. Deyir, buna deyərlər, ihanət istir eləyə. Təəmmül olunsa xəlqi, çox, burada cəlib bir şeylər yazıbdır. Qətən bunu getdik, kitabın sonundan bir səfə oxuyaq və bu kitabı qutaraq. Kitabın sonuna gəldik ki, oxumuşduq bunun sonun. Fəqət burada bir şeylərdən danışır ki, mən xanımlara haqqındadır. Mən bunu yaxşı bilmədiyim üçün bunun haqqında çox danışmayacağım. Deyir ki, əgər heç biri bəlli dəcülsə, nifas olmaz, lakin 3 gün ya dəxi artıq əgərsə heyz olur. Əgər heyzdən kəsiləli 15 və ya dəxi artıq olub da düşərdisə və əgər 3 gündən əksikdə kəsilsə və ya dəxi heyz kəsildən 15 gün olmamış olsa heyz dəcüldür. Birən qani gedib nə mənə cəbdür. Namazın cilə orucu tuta, əli ilə yata xusl lazım dəcüldür. 50 və ya 55 və ya 60 yaşlı məhdud isə övrətin qərə və qırmızıdan qaid aqurdici heyz dəcüldür. Əşhər ilə iddə çəkər. Kən qan görsə əşhərlə iddə batilə olur. Tamam olmadıysa və illa olmaz. Görürsünüz ki, bu ciddi təxəssüsü bir konulara ki, bunu da deyim ya xanımlar, niyə məsələn xanımların cinsi məsailinə görə danışırlar. Hər halda İslamda bilmirəm, var ya yox, yəni Quranda, İslam deyəndə mənzurum Quranda belə bir şeylər var ya yox ki, var, bu qədər açıq deyil əlbəttə. Bunları müsəlmanlara öyrətmək lazım imiş və bunlar öyrətdikcə elm törənirmiş. Yəni Quranın ayələrin
açıqlayanda elm törənirmiş. Hətta bu gün də yenə də onu çalışdılar elmi açıqlayalar. Quran elm üçün gəlməyibdi. Amma təşviq edir elmə. Əql üçün gəlməyib, əql yaratmaq üçün, amma əqli işə salmaq üçün təşviq edir. Bu kitabın adı bildik ki, Sifat-ı Səlbiyyə deyil, bunun adını değiştirək. Görək, əgər buradan şey olsa, bəli, bunun adını değiştirək. Adı oldu nə mənə? Nəsihətül Müslimin. Nəsihətül Müslimin. Aydad. Bunu da yazmışıq, amma Türkçə, ərəbcə ilə yazmamışıq. Nəsihətül Müslimin. Kitabın adı Nəsihətül Müslimin imiş. 970 il civarlarında Türkçə yazılmışmış. Sonra şarih bunu şərh eləyibdi. Əlbəttə biz Nəsihətül Müslimini görmədik ha. Yəni o Nəsihətül Müslimini bilmirik neçə ildə yazılıbdı. Şarih yazanı 970-də yazılıbdı. Nəsihətül Müslimin ondan çox öncə yazılıbdı və toplumda yaygınmış əvam-ı xəvassının içində. Bu 970-ci ildə ona şərh yazıbdı. Yəni indi biz əvvəl bunun tarixini çıxacaq, görək ki, hangi tarix olar. İndi 1447-ci il deyirik, bundan çıxsaq 970-ci ildə yazılıbdı təqribən. 477 il öncə bu kitab şərh yazıbdı. Haradaydı? Şərh 477 il öncə yazılmış. Amma bu nüsxə ki əlimizdə var, biz oxuduq. Bu nüsxə 1126-da yazılıbdı. Bunu da hesablayaq. Yəni bu nüsxənin ömrü ki biz əlan oxuyuruq. Bu nüsxə əlbəttə ola bilər ki bu sonra da yazılmış olsa, amma biz onu bilmirik. Fəqət tarixi ki bunun üstünə yazıb onu hesab edirik. İndi 1447-ci il deyirik. Əgər bundan çıxsaq 1126 nüsxə. Bu nüsxənin tarihi 321 il öncədə 321 il öncədə bu nüsxə yazılıbdı. Onu da burada yazdıq. Bu belə bir kitabla qarşı-qarşıya çıxdıq. İkinci kitabı açıq görək ki, bu ikinci kitab nədir? Zahirən bunun alnında yazıblar dostlarımız ki, bunu Allah səlamət eləsin, Azərbaş Həzrətlərin. O əziz dostumuz bunu upload eləyibdi bir çox yerə. Bunun başına ad yazıb, ya özü ya dostları ki ona köməklik eləyirlər, ya bəlkə də eləyən var, ya köməklik eləyən yoxdur, onu bilmirəm. Mərdəfkənnamənin ikinci cildi. Bunun birinci cildini tapmalıyıq. Əslində biz görək ki, Mərdəfkənnamə adında bir kitab dedi. Birinci cildi, ikinci cildi, bu ikinci cildi, birinci cildi bunun var idi ya, yoxudur. Burada baxaq. Bunu qoyduq bura. Mərdəfkənnamə. Mən indirməmişəm, bəlkə bu olsun, amma gedim burada bir iş görüm. Mən bunu kopya eləyim bunu. Gedim burada nüsxə xəttidə bunu qoyaq və görək ki bu niyə gəldi bura? Mərdəfkən. Aha. Mənzum və mənsur
Bu nə mənədir bilmədim. Mərd Əfkənnamənin 2-ci cildi. Məcmui Nəzm-ü Nəsr, Məcmui Nəzm-ü Nəsr. 2-ci cildi var. Bunun 1-ci cildi yoxdur. Mən də elə bunun 1-ci cildini indirmişəm. Burada yazdı Mərd Əfkən. Mərd Əfkənnamə hekayəsi 2-ci cild. Bunun 2-ci cildi var, 1-ci cildi təəssüflə yoxdur. Ona görə bunu qoyaq burada qalsın. Elə 2-ci cildidən biraz oxuyaq, görək ki, nə deyir. Kitaba əvvəl baxaq, görək bu kitab kitabxanada nə vəziyyətdə saxlanır, harda saxlanır. Kitabın cildinin eşiğini görmürük, içisini açıbdır. Kitab çox kirlənibdir, içinə neçə dəfə su giribdir və kitab təqribən çürüyübdür qıraqları. Əpriyibdir, əzilibdir, buruşubdur və çox bir pis vəziyyətdədir. Kitabın ortası, yəni Şirazə açılıbdır, dağılıbdır. Kitabın üstünə bir kağız ingiliscə yazıblar, yapışdırıblar. Şayət də türkcəli bilmirəm. Hicri yazıb, Hicri 1140. Burada yazıblar, yapışdırıblar, türkcəli yapışdırıblar bunun üstünə. Pələnci Əfkənnamə. Burada pələnci yazıbdır, Pələnci Əfkənnamə. Necə bunu götürüb yazır? Mərd Əfkənnamə deyil. Pələnc Əfkənnamənin 2-ci cildidir ki, bəyan olunur. Beləsi bir şey yazıblar burada, kitabın üstündə yazmışmışlar, gözəl bir xəttinə. Əfkənnamə, o pələnci bəlkə sonra yazılıbdır, bilmirəm. Amma pələnci Əfkənnamədir, Mərd Əfkənnamə deyil. O, bəlkə içərisində bir ayrı yerdə. Aha, Tazaşdan yenə aşağıda bir ayrısını yazıb ki, Pələnc Əfkənnamənin 2-ci cildidir. 2-ci cildidir ki, bəyan olunur. Düzdür, üstünə çox yazı yazıblar, mühasibələr eləyiblər, qəhvə filan, bir adam bir şeylər alırmış o tarixdə. Onları da bunun üstündə yazıbdır. Məsələn, kitabın üstündə yazıb ki, nə alacaq, nə qədər qiymətləri necə yazıbdır. Bunu orada görsənir. Çox şuluq bir şeydir. Süleymaniyyə kitabxanasında saxlanır. Burada da bir şey yazılıbdır. Bu nədir? Oğlu Futuhat-ı Nəmənə mümin oxuya bilmirəm. Kitaba baxaq. Kitabın içinə ən azından 2 seri su gəlibdir. Ortada bəzi yerlərə su gəlməyibdir. Amma qıraqlar hər tərəfdən və kitabın ortasından o Şirazədən su keçibdir. Kitabın dövrəsi koldən su keçibdir, çürüyübdir. Kəsib saxlanıbdır, üstünü çox yazıblar. Uşaq yazıb, böyük yazıbdır, savadlı, savadsız. Hər yerin kitabını yazıblar. Kitabın adı Pələnci Əfkənnamənin 2-ci cildi. Bəs bunun adı 1, bu da 2. Bunun da adı Pələnci Əfkənnamə. Adı Pələnci Əfkənnamə. Burada 2-ci cildin özündə yazıblar. 2-ci cild. İkinci cild. Tamam, bunu görürük. Bəyan olunur da burada yazıblar adın, yəni ona görə biz bunun adını kamil görürük burada. Kitab bəllidir ki, bir herfei işi, herfei nə demək? İşi yazı ola. Onun əli ilə yazılmayıbdır. Ona görə qələmin ucu çox yoğundur. Bu kitab bəlkə də çox qədimidir. Yəni, bu ki yazmışlar, burada bir tarix yazmışlar, 1140 yazıblar, o ildə gəlibdir. 396 səhifədə 2-ci cildi yazılıb bunun. Bunun 1-ci cildə 396 səhifə olsa, yəni 400, 800 səhifəlik bir kitabla qarşı-qarşıya çıxırıq. Bu kitabı qıraqda yazıb bir şeylər, amma təəssüflə oxunmur. Mən bunu oxumağa çalışacağam. Kitabı çox, dedim, kirləyiblər və çox su gəlibdir. O yerlər ki, deyirdim, su gəlməyib, oralara da su gəlmişmiş, o 3-cü oldu və bunun rəngi biraz
Cövhərin rəngi biraz qaçışıb, amma cövhərin rəngi çox da, yəni bir-birinə deyək ki, rəngi biraz çıxıb qıraqlara qərəliği, amma kəlmə özü dağılmayıbdı. Bu cövhərin gözəlliyini göstərir. Kəlmələr çox yekə yazılıblar, yoğun qələm ucu ilə yazılıblar. Bir yüksək təcrübəli, çox uzun təcrübəli adamın əlindən çıxmayıbdı. Sətirlər əvvəli axiri düz xəttədir. Bir-birlərinə çox yaxındılar. O qədər yaxındılar ki, aşağıdakı sətrin nöqtəsi üstdəkinin hesab ola bilər. Yəni bu qədər bir-birinə yaxındılar. Və kitabın sonuncu səhifəsində, vərəqində əvvəli nə ilə başlayacaqdı? Bu birisi əvvəldəki vərəqin aşağısında yazılıbdı ki, nə olacaqdı? Kitabın ortasında çürümaqlar görsənir. Ehtimalən bunlar ipdirlər, yanadirlər. Bu cüzü ip də deyil. Bunlar ehtimalən cövhərin suyu axıb gedibdi kitabın ora-burasına. Onlar olacaqdı. Kitab çox səhifəsi olduğu üçün bəzi kəlmələri elə bir ki, məsələn, su gedibdi ona, onu silməyə çalışıblar, qərələməyə çalışıblar. Bəlkə də şeir kimi yazılıbdı. Bunu da belə hətta nəzərimə gəlir ki, bu şeir ola bilər. Gözəl bir yazısı var. Sadə. Amma dediyim kimi biraz burada məsələn bir nəfər götürüb bunun üstünə bir şeylər yazıbdı. Bunun əksi düşüb budur. Yəni bu cövhər ki, sonralar buna istifadə ediblər. Bu cövhərin keyfiyyəti çox aşağı imiş. Onun üçün su gələndə buna bunun əksi islandığı üçün, bu birisi səhifədə islandığı üçün bu birisi səhifəyə düşübdür. Amma burada görək nə yazıbdı? Yazıb ki, ehtimalən beytidir. Ehtimalən. Der İbrahim yaz əlindən sənə bezban olduğumuz həm olub daim əfadən çəkər pəryan olduğumuz. Ehtimalən bir şeirdir. Nə mənə anlamında gəlir, bilmirəm. Elə bu qədər yazmışdı. Mən də o qədər oxumağa çalışdım, amma savadım da bu qədər yetişdi. Bəzi yerdə qırmızı. Yenə burada kitabın içində bir ayrı Pələng Əfşən Şahi. Bu da ehtimalən mən nəzərimə şeir olacaq. Mən bunu baxaram. Oxuyanda bunu təşxis verərik. Yenə burada qıraqda bir şey yazıblar ki, yenə də keyfiyyəti bu mürəkkəbin qıraqda yazıblar. Cövhərin keyfiyyət yaxşı olmaq üçün kitab istinadında əksi düşüb bu tərəfə. Ey əfəndim, müfrəddir, belə müfrəd yazıb ki, ey əfəndim, şərmün çıxayım, oxuya bilmirəm, gələk səhifəni çevirəm. Qıraq yazılar hərdən görsənir, şeiridir, bir beyt şeir yazır. Ehtimalən kitab şeir olduğu üçün bu adam da onun qıraqda oxuduqca şeir yazır. Buradakı amma iki beyt yazıbdır. İki beytin rəngi gözəl olduğu üçün bu tərəfə çıxmayıbdır. Xətti də çox fərqlidir. Ehtimalən çox fərqli, yerində bir ayrısı. Kitabın ortasında elə bir ki, məsələn, sökülübdür bu iplər, belə aşıb tökülübdür kitabın səhifələri arasına, amma ola bilməz hər səhifədə bu qədər olsun, tökülsün. Bunun üçün bu bir ayrı bir vəziyyətdir. Mən bunu təcrübə eləmədiyim üçün anlaya bilmirəm ki, nədən belə ola bilər. Elə bir ki, məsələn, kitabın ortasında nəqqaşi çəkmişik. Bu səhifə cırılıbdır, 70-ci səhifədə baxırıq, görürük ki, səhifə cırılıbdır, onu götürüblər, yapışdırıblar bir ayrı kağızla. Burada bir səhifəyə yetişirik, 71-ci səhifədə calibdir. Kitab burada qutarır elə bir. Yazıbdır ki, ikinci cildəxi burada tamam oldu. Diqqət buyurun. İkinci cild 71-ci səhifədə tamam olur. 1140 yazılıb burada. Birincisi bu tarix yazaq. 1140 yazılıbdır. Mən də bunu yazım elə. Kitabın başında yazıblar. 1140 hicri. Altında da bir şey yazılıbdır, amma bilmirəm. 1900 nə mənə orada yazılıb, amma oxuya bilmirəm onu. Oldu və səlam, nə mənə deməkdir, onu da bilmədim. Katib İbrahim Əfəndi. Bunu yazanı.
Yazarın adını görək burada yazar. Katib deyibdi, yazar. Ehtimalən nüsxəçi olacaqdır. Yəni nüsxəçi ola bilər. Bunu bir zərrə üstdən oxusaq. Sonra gələm bunu oxuyaram əlbəttə. 70 burada yazım, 71. 71-i yavaşcana burada yazım ki, qeydib onu oxuyaram. Amma katib Əl-Xəhduk İbrahim Əfəndi Əl-Xəmruq Əl-Xəmruq İbrahim Ətəbi. Katibül Huruf İbrahim Əfəndi. İbrahim Əfəndi. Katibdir bu, yəni nüsxə yazandır. Nəssaqdır yazaq bunu, nüsxənin yerinə yazaq. Nəssaq. Nəssaq İbrahim Əfəndi. Bunu gəlib oxuyarıq. Burada bir səhifə varmış. Onun üstündə yazı yazılmışmış. Bilmirəm, istirmişlər gəmi əksi çəkiblər. İhtimal, bəli, gəmi əksidir, %100 gəmi əksidir. Bir, indi badiban deyirlər farsça, türkcə buna nə deyirlər? Yelman. Yelkən. Yelkənli bir gəmi nəqqaşısı ya tərrahisidir. Ehtimalən bunun sahibi gəmi düzəldənmiş bu kitabı alan. Ehtimalən. Amma bunun arxasında, yəni bu şeyin arxasında bir şeylər yazılmışmış, çoxlu qərəliyiblər, tazaşdan yazıblar, tazaşdan qərəliyiblər. Bura kömür götürüblər, elə bir şey. Buranı bir qərəliyiblər, yazıların üstü orada burada görsənir, amma yekə bir yazı. Sonra davam edir bir ayrı kitabına. Amma bunun qırmızı ilə adını yazıb, bəli, oxunmur. Məkatibi 18-ci cildi. Nə mənədir? 18-ci cildi oxunur. Kitabı oqu bədlərdən muradi. Bu da qıraqda bir ayrı yazıda, amma kitabın adı, kitab əsl adamın əlində olsa bəlkə oxuya bilər bunu, amma Əbukin 18-ci cildi. Abiqo'nun şikayəti oxuya bilmirəm. Çünki qırmızı təqribən gedibdir. Bir də kitabın özü olsa adamın əlindən işığa görə o üz bizə çevirər, aşağı, üstə, sağa, sola. Onu oxumağa çalışır. Amma burada çox çətindir bunu oxumaq. Hər halda mən çalışdım, amma oxuya bilmədim. Bu bir ayrı kitabın 18-ci cildidir. Yəni buradan başlayır. Bu əlif. Buradan B başlanır. 18-ci cild. 18-ci cild. Gəl in şirin zaman şəhd güftar qul uzan gəndim kim kərəm ol bazar. Şeirdir. Bu da şeirdir. Təzəşdən beləsi yazılır. Orada burada qırmızı yazıları vardı. Nəqqaşidə çəkiblər. Ehtimal dedim bu kitabın sahibi Yəhudi də ola bilər. Əlbəttə İslamda da ulduz var, amma burada bir ulduzlar əksi görürəm. O da ola bilər elə fəqət ulduz olsun. 1, 2, 3, 4, 5, 6. 6 cüşəlidir. Ona görə deyirəm Yəhudi ola bilər. Nəqqaşi çəkibdir içində. Doğrusunu desək kitabın qırağında da belə nəqqaşi çəkibdir. Amma bir səhvə ki boş imiş orada şey olubdur. Burada İsrail yenə pərçəminə yaxın bir pərçəm görürük. Bir dənə də nömrə 44 581 bir nömrə o şeyin altında yazıbdır. Əcəba nədir onu bilmirəm. Dedim bu kitabın bu bölümündə. Burada da bir beyt, 2, 3,
2 beyti ehtimalən yazılıbdır, sonra siliblər, qərələyiblər, amma oxuna bilər. Cöhər çox yaxşı imiş. Burada da yenə aynı işi görüblər. Aynı xətti davam edir. Yəni o birinci bölümü yazan xətti davam edir. Niyə bir kitabda 2 dənə kitab yazıbdı, onu da bilmədim. Əcəba burada birində şəkkə düşdüm. Əcəba bu nağılların hər bir bölümünə cildi deyirmi? Ola bilər ki, belə olsun. Yəni biz onu diqqət eləmək 2-ci cild. Amma bu kitab o 300 cild deyil, 70-də qurtarmışdı. İndi burada bir şəmşir görürük, çıraq görürük. Bir qılınc əsi çəkibdi. Çox cəlib bir qılıncdır. Və bir dənə də dənizdə fanuslar yanır, onun əksini çəkibdi. Bu adam dənizçidir. Bu kitabın sahibi dənizçidir. Burada yenə də müxtəlif qayıqların əksini çəkib və adını da yazıbdır. Afisər Müstəfa yazıcı Sənna ya Sənna olacaqdır. Belə bir şey, bu şeyin əksini çəkib burada yazıbdır. Əlif eyni ilə yazılıbdır. Əcəba bu afisirdir, yoxsa afirdir? Afər. Mim, afrim. Afrim Mustafa. Bəlkə bu dənizçilik işlərində bir məqamdır. Mən bilmirəm. Afrim, afsarım, Mustafa yazıcı Sənna. Ya Səna. Belə bir şey yazılır. 2 dənə gəmi əksi çəkibdir. Bunlar da yelkənlidirlər. Burada da bir yazı Tazaşdan yazılıbdır. Fərqli yazıdır. Yenə də bir ulduz. Xətt əsla gözəl deyil. Yəni bu kitab yazan elə bir ki, məsələn, mən 5-i oxuyanda bunu yazdım. Əlbəttə, mənim xəttim elə indi də bu cürdür. Amma bu, deyək ki, döhtür xəttidir. Beləsi desəm daha yaxşı olar. Döhtür xəttir. Burada da bir səfənin dövrəsinə, yazının dövrəsinə çarçivə çizib, dövrəsini Tazaşdan bəzəməyə çalışıb, nəqqaşı çəkməyə çalışıbdır. Pis də deyil, yəni adamın tərrahisi var. Adam tasarım eləyə bilər bir şey. Elirmiş. Burada da bir yazı yazıb. Yenə qıraqda Məhəmməd Səid Dəbbağ ibn Salih. Övrət yaran fəziləti İmam-ı Əfəndün, İmamzadə Əfəndün Səadət xanəsində olmuşdur. 1158 deyə tarix qoyubdur. 19 Zilhəccə 1158 Məhəmməd Səid Dəbbağ İbn Salih. Bu da burada yazı yazıbdır. Belə bir ad tarix qoyubdur. Bu kitabı oxuduğu zaman ya da aldığı zaman. Kitabın ortasında olduğu üçün oxuduğu zamandır. Yazdığı zaman deyil. Kitabın qırmızı ilə dedik ki, şeyləri ayırır bir-birindən. Bölümləri o calibdir. Amma oxuyanda bu bilinər ki, nələr şeydir. Kitabın təqribən bir boş yeri qoymurlar qalsın. Hər yerini yazıblar. Kitabın sonuna gəldik. Sonunda zahirən kitab yarımçılıq qalıbdır. Çünki vərəqin aşağısında yazıb ki, sonuncu vərəq nə ilə başlayacaqdır? O vərəq yoxdur. Yəni kitabdan bir çox vərəqlər tökülübdür. Burada son vərəqdə, son 2 vərəqdə ya bir vərəqdə ki, 200-ün görəcəyik, orada bir şeylər yazıbdır. Bir 197 yazıbdır latincə. O ehtimalən səhifələrə nömrə qoyublar, odur. Amma burada içəridə bir yazı yazıb kitabın axında. Calibdir, bunu oxuya bilsək. Fütun Şeyxina Dəvcilər Məhəlləsinin Dəvəcilər Zəfağınə Əhməd Cəmal Əfəndinin kitabidir. Oqum 25 nəmənə geridən 10 tarix qoyubdur. Adam bunu alıbdır kitabı, üstündə də yazıbdır ki, bunu kimdən alıbdır oxumaq üçün. Amma mən bunu yaxşı oxuya bilmədim. Xəttidir, bura xətt qoyulubdur. Yəni xəttin oxuya bilmədim. Fətun Şeyx Qana
Dəvəcilər Məhəlləsi də Dəvəcilər Zəvağındən Əhməd Cəmal Əfəndinin kitabıdır. Oqum 25 10. Mən burada yenə bir şeylər yazıb oxuya bilmirəm. O birisi səhifəyə gedək. O birisi səhifədə də bir yazı gördüm. Acaba bunu da oxuya bilmirəm. Kitab dedik ki, Süleymaniyyə kitabxanasını saxlayır. Hami şirkətə oğlu Hami sərgəştə oğlu Qətal oxunmur, yəni biraz çətin oxuram. Həsənə ya Həsəbə Gəldügüyə Cəhan. Ehtimalən doğulubdur. Gəldüg Cəhan Pəhləvanım Xosrəvi. Belə bir şeylər oxuyuram. Yəni baş tapmadım nə deməlidir. Tamam. Burada kitabımızı gəldik son səhifəsindən gördük. İndi qeydək kitabı əvvəldən oxuyaq. Kitabın adı bu kitabda bir dana kitab yoxdur. 2 dana kitab var bu kitabın içində. Birinci kitabın bu bir cildi ayrıdır. Bu kitab ki 400 səhifəlik deyək bir kitabdır. Bu 400 səhifədən 70-i, yəni 140 səhifəsi o Pələngəfkənnamə onun ikinci cildidir. Qalanı bir ayrı kitabdır. Adı da bilmədik nədir. Bundan başlayaq, biraz oxuyaq və qutaraq. Çünki xətti də bu kitab nə mənədir yazıb belə? Bu kitab feilündə cənab kənarında çay kənarında nə mənə oğlu Yaşar oğlu xanəsində, yəni oradan buradan oxuya bilmirəm, oradan buradan oxuyuram. Xanəsində Bursabindən Məhmui Xalu Əfəndi oğu. Belə bir şey qıraqda yazıb da oxuya bilmədim şeydir. Görək kitabını özünü oxuya biləcəyik ya yox. İndi qıraqda yazılanlarda zorluq çəkdik. Görək kitabını. Raviyan əxbar və naqilan asar və mühəddisan silsilə dövri ruzigar böyle rivayet qılırlar ki, çünki dastanımız ol arayədək nəql əyan və bəyan olmuş idi ki, Məhəntin sərfərazın, Məhəntin ehtimalən ad olacaqdır. Mim, iki gözlü he, əgər nun olsa nun, dəstəli te ya nun, Məhəntin. Belə bir ad. Məhəntin sərfərazın bir budi cərgədanın əlində qalıb qırıldı. Bir budi cərgədanın əlində qalıb qırıldı. Mərdəfkən irələşib dəxi iki əllərin qəfasına bənd edib zalzal şahə göndərdi. Ani görüb səbəlat səktayı kərgədən. Nə mənə deməkdir? Səbəlat səktayı kərgədən sürüb mərdəfkənə müqabil oldu. Mərdəfkən dəxi kərgədan yetişdirib səvar olub silfə bərabər gəldi. Bir-birlərinə bimuhaba həmlə qıldılar. Şeir deyil. Ehtimalə elə bu cüzü mətnində yazılıbdır, yəni düz yazıdır. Aradan getmiş həmlə xət geçib silaf əlinə tiğ alıb dəxi erişib mərdəfkənə tiğ həvalə eylədi. Mərdəfkən sipər bərabər vurub
Siper taqət gətirməyib, yarılıb mərdəfkənin umuzinə bir möhkəm zəxm ürdü və döşün dincinə vırdıq və döşün dincə berdihi, burada bir şey yazıb oxuya bilmirəm. Yerdəxi ola bilər. Yerdəxi pəhlusinə ürdü, mərdəfkəni zəbun edib kərgədanından ehtimalən yerə yıqıb bəndə çəkdi və Kagurşah gündən diyi ani görüb milad ahindən 51 arış qəddi 51 arşın olacaq qəddi qaməti ilə silağa ya silafə müqabil oldu. Pəs ol iki pəhləvan cəngə başladılar. Aralarından 100 həmlə xəta keçib bərabərlərinə bir-birlərinə zəfər bulmayıb aqibət rəxşlərindən inib gərdiş tutdular. Silaf 3 həmlə qıldı. Olmadı yəni. Alimadı növbət miladə gəldi. Ol dəxi ruz əvvəldə götürüb silabi zəminə ürüb iki əllərin ardına bənd edib zəlzal şahə göndərdi. Kəndi yenə kərgədanənə səvar olub təridə cövlan qılıb dəxi meydanı döləşdi. Ani görüb kafur şah üsyan pırğəzəbə dəxi işarət qıldı. Qəzban dəxi nərə ürüb miladə müqabil oldu. Raviyan əxbar və naqilan asar şöylə rivayət edərlər ki, ol əsrdə heç Qəzban bir qəzəb gibi tiğzən yox idi. Ərişib miladə tiğ həvalə qıldı. Milad dəxi şirin bərabər verdi. Ehtimalən şirin olmuyor ama mən şirin oxuram, bəli, ola bilər ayrı bir şey olsun. Hər halda görürük ki, bir dastandır, şəfahi dildə yazılıbdır. Yəni məmulən qədim belə idi, kətlərə ya şəhərlərin ortasına bir pəhləvan gələrdi. Ya qəfəxanalarda, çayxanalarda bir qəhrəman gələrdi, bir pəhləvan gələrdi, orada oturardı, nağıl deyərdi. Meydanda məsələn zəncir qırardı filan, bəhman bu cür bir işlər görərdi, əcib işlər görərdi. Adamların başını qatardı və nağıl deyərdi. Ya bəzən görürsünüz ki, dedim, mən gördüyümü deyirəm, yəni qəfəxanaların qabağında, o yerdə ki, məsələn meydanda, bir dənə meydanda oturardı, nəğil deyərdi. Ya bəzən evlərdə gecələr nəğil deyərdilər. Bəllidir, bir nəfər çox şirin dilli və səlis danışan adam nağılı rivayət edir. Və bu nağıla həyəcan verir səsi ilə, hərəkətləri ilə. Nağılı değişdirəndə kim gələcək, kim gedəcəkdir, artıda naviyanı, əxrarı filan bəhmar, biraz da buna bir tarixi şəxsiyyət verir nağıla. Beləsi bir hekayətlə qarşı-qarşıya yox. Gözəl kitabdır, oxumalıdır məncə. Ərzişi var, şəfahi dildə yazılmış bir kitabdır. Yəni, ədəbi və düz yazı oturub roman kimi yazmayıblar, hikayə kimi yazmayıblar. Bu şəfahi dildə eşitdiyi kimi şəfahi dildə də yazıbdır. Yəni nə cür eşidib onu yazmağa çalışıbdır. Bu məncə çox gözəl bir nümunədir. Gedək 71-ci səhifədə görək ki, o nədir? Ona da bir baş vuraq və sonra qutaraq. 71-ci səhifənin sonuna bir baxaq, görək ki, nə deyir? Sonundan bir neçə sətr oxuya bilsək, biraz xətt burada gözəlləşib, amma zahirən kitab cırılmışmış, bunun üstünə bir kağızla yapışdırıblar, tazaşdan üstünə yazıblar.
Onun üçün burada iki xətt görsən, aynı xətt ola bilər, amma biraz fərqlidir təbiətən. Qələm də fərqlidir, yazı da fərqlidir. Amma bəli, kitab burada cırılıbdır və üstünə ayrı kağız yapışdırıblar. O kağızın üstünə təzəşdən yenə cümləni yazıblar. Bunu belə görürük. Mən bunun oradan ki cırılıbdı, oradan biraz o yüzden. Divanın için sor qılmış, ya şur qılmış bilinə bir ətlasə, ətləs ehtimal olacaqdır. Bir ətlasə tənurə sütünmüş görəsi üryan pəryan zira ifritlər qəftan giymezlər imiş. Pəs dönüb Qudriyi sırgıladin bir bərarderkim Sam səvarədən. İndi bu niyə bu oxuya bilmirik? Çünki nağılı yarımçılıq qoyduq. İndi bilmirəm ki, kəlmələr nədir, addılar, nə yerdilər, nədirlər, bunları bilmirəm. Onun üçün pəs dönüb çipur dönüb çipur fil cəsədə seyr eylədi. Filçəsidə seyr eylədi. Gördü ki, bir mülhəm kimsə 45 ərşin pəhlusunun eni var. Pəhlusunun eni var. Qərni bir dəcirmən. Qərni bir dəcirmən taşına bənzər. Çini yolda qərq olmuş ürdülərin Samsun ürdü gibi sarqub iki ümüzünə dikməli olmuş bığları iki omuzuna şey olmuş, bığları bilindi ki, ahən kəmər almaq eyləmiş. Hər halda beləsi gedir və cümlə sonunda tamam olur, amma tüm bilmədiyim üçün bunu bilmədim. Bu birisi kitab daha çətin oxumalı olacaq, çünki hərflər bir-birlərindən çox aralı yazılıb, amma cümlələr bir-birlərinə, sətirlər bir-birlərinə çox yaxın yazılıb. Gəl ayın şirin zaman şəhd güftar qıl uzan kəndigim kərəm ölək bazar. Ehtimalen şiirdir bu. Gəl ey şirin zaman şəhd güftar qıl uzan kəndikim kərəm ola bazar, gərm ola bazar. Fələklər sözünə təhsin edələr fələklər. Sığa huri eyn edələr dəriq eyləmə. Verir cövhərindən saqınma zöhrə hüsnün, müştəridən gəl edi anladı kəsə hal. Tamam, yəni oxuya bilmirəm xətti, amma şeirlə davam edir. Bu da bir kitabdır, nağıl bizim hekayələrimizdən və bu da bir ayrı hekayədir, şeir şəklində görməli və olmalı. Hər halda bu günü beləsi başa çatdıq bu iki kitabla. Məncə hər ikisinin ərzişi vardır, yazmaq, oxumaq özəlliklə şəfahi ədəbiyyatımızın şəfahi vəziyyətdə yazıb saxlaması çox önəmlidir. Yəni şəfahi ədəbiyyatı toplayanda onu kətbiyə çevirməməlidir. Yəni ədəbi yazmamalıdır. Onu elə o cür ki eşidirik, o cür yazmalıyıq. Burada da məncə bu o birinci bölüm o cür saxlayıbdır. İkinci bölüm isə şeir ilə bir ayrı bir dastana girir. Oxumaq ola bilər əlbəttə. Biraz hövsələ istir. Mən indi biraz yorğun oldum. Yorğun düşdüm əslində. Ona görə burada qutaraq. Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitablarla tanış olarıq. Hələlik sağ qalın.